Birinci söz, bir inci söz, Bismillah. Rəhman və Rəhim olan Allahın adıyla. Allahın salamı Azərbaycan xalqının üzərinə olsun. Mən dünyanı belə gördüm. Birdən 200-ə qədər səsli kitablar. 16-cı kitab. Bir hekayə, bir xatirə, bir söhbət. Bir hekayə. İsa tapdın, Musa yox. İsa heç vaxt düşünməzdi ki, uzun illər boyunca əlləşib vuruşub ərsəyə gətirməyə çalışdığı bir evin tikintisi ömrünün az qala yarısını alan bitməz bir çiləyə dönəcək, onun qanını, canını, maddi imkanını sonuna qədər sümürəndən sonra ən başda həvəslə başlatdığı, min bir arzu ilə, şirin xəyallarla bəzədiyi həmin bu mülkə onda elə bir ikrah, elə bir nifrət hissi olacaq ki, İsa da nəhayətində bir gün bunca çəkilən zəhmətə də, arada haramcasına yeyilən xərcə də tüpürəcək, hər şeyi dəyər-dəyməzinə satıb, yenə də o qürbət ellərə 20 il bundan əvvəl elə buna bənzər səbəblər üzündən baş götürüb getdiyi, hələ bu gün də sığınmağa davam elədiyi həmin o kafirlər ölkəsinə geri dönəcək. Həm də bu dönüş elə bir dönüş olacaq ki, artıq vətəndə nə baş verir versin, İsa'nın ora getməsi əvvəllərdə olduğu kimi kiminsə toyuna, kiminsə yasına təşrif aparması heç xəyal da ola bilməyəcəkdir. Çünki İsa artıq o xəyalı bir daha heç vaxt qurmayacaqdır. O gün ki, İsa bütün malını, mülkünü ən aşağı qiymətə, yəni illərlə elədiyi borcu xərci çölə atırmış kimi satıb çıxdı, o gün İsa özünü çox söydü, çox qınadı, çox da ürəyinə kin toplamış oldu. O gün də onu bir daha vətən adlı o xarabaya getməməyə, oraların xeyrindən də, şərindən də mümkün olduqca uzaq durmağa təhrik elədi. Çünki İsa bir gün anladı ki, deyəsən xəyalını qurduğu, 5 il boyunca yollarda qalaraq tikə-tikə, hissə-hissə əmələ gətirməyə çalışdığı vətən torpağındakı o evi heç vaxt başa gətirə bilməyəcək. Belə görünürdü ki, özlərini usta adlandıran, əslində əllərindən düzəmənli heç bir iş gəlməyən bir ovuc naqis, naciz insanlar buna imkan verməyəcəkdilər. Belə olmasaydı 5 ildə hər il 1 ilin maaşını toplayıb o usta adını rəzil rüsva edən adamlara verdiyi pulla əslində həmin yerdə 10-15 evdən ibarət kiçik bir məhəllə də salmaq olardı. Ancaq gör ki, İsa nə qədər elədisə də Allahı tanımayan, onun qəzəbindən qorxmayan, haramla bəslənməyi adət eləmiş, İsa'nın halal zəhmətlə qazandığı, ev tikdirmək niyyətilə hər şeydən kəsib qanatdığı, gələndə özü ilə gətirdiyi, gələ bilməyəndə də göndərdiyi o pulları insafsızcasına yeyib, üstündən də su içən o adamların üzündən o evi tikdirib başa çatdıra bilmədi ki, bilmədi. Sonradan eşidib öyrəndiyinə görə, sən demə İsa belə bir macəranı yaşayan insanların nə birincisi imiş, nə də sonuncusu. Sən demə qürbət əhlinin çoxunun başına belə bir macəra gəlibmiş. İsa'nın isə bundan xəbəri yox imiş. İsa da qürbətdə yaşamalı olan hər mühacir kimi 7-8 ildən sonra vətənə dönməyi deyilsə də, vətənin gözəl, yaşıllığı, suyu bol olan quşələrindən birində bir mülk almağı, yaydan yaya da olsa tətillərini o mülkdə keçirməyi, bununla da hər il biraz da onlara üstün gələn dözülməz vətən həsrətini bu yolla üzəngidə tutmağı düşünərək bir gün o mülkü almışdı. Geniş ərazisi, hər cür meyvələrdən ağaclar olan o mülkdə sökülüb sıfırdan tikilməsi gərəkən balaca bir daxma da var idi. İsa da o daxmanı söküb yerində 2 mərtəbəli gözəl bir ev tikdirməyi düşünürdü. O da bilirdi ki, əlində olan imkanlarla bu elə də asan, elə də tez olmayacaq. Lakin bu arzusuna çatmaq üçün İsa yavaş-yavaş da olsa əlindən gələni edəcəkdi. Niyyət gözəl, şərtlər uyğun idisə də sonradan məlum oldu ki, İsa bu məsələdə ən əsas şeyi nəzərə almamışdı. O şey insan faktoru idi. Halbuki illər öncə bir gün ailəsini də götürüb bu vətənin tərk eləməsinin kökündə də insan faktoru dururdu. Yoxsa ki, vətənin torpağı, daşı hələ də eyni, dənizi, dağları, meşələri hələ də dünyada tayı bərabəri olmayan bir gözəllikdə olmaqla qalırdı. İnsan faktoru isə bir insanın ən təmiz, ən məsum niyyətinin qarşısını Çin səddi kimi kəsə bilən çox ciddi bir problem imiş. Buna gələndən sonra İsa bunu daha gözəl anlamış oldu.
Bugün artıq İsa daha çox özünü söyürdü. Çünki maşın-maşın kub daşlarını, kisə-kisə sementi, torpağı, qumu həyətin ortasına tökdürüb, o dinsiz, imansız ustalara tapşırıq verib getdiyi gün xatırlamalı idi ki, bura Azərbaycandır. Burada ustaya əvvəldən pul vermək, ustaya güvənmək, onun işini nəzarətsiz qoymaq axmaqların işidir. Əgər bir insan bu ölkəyə azacıq bələd idisə, bilməli idi ki, buradakı ustaların alnına silah dayasanda haramçılığından əl çəkməyəcək. İlk fürsətdə tikinti materiallarını atamalı kimi satacaq, gördüyü işlərdə də o da hələ bir iş görəcəklərsə də min bir nöqsan buraxacaqlar. Çünki onlarda nə qorxu yükü vardı, nə insaf mürvət vardı, nə də abır-həyə vardı. Əvvəla onların çoxu heç usta da deyildilər. İkincisi də buralarda hələ ən adlı sanlı, özünə güya ki hörmət qoyan usta da sifarişçinin nəzarətindən azacıq kənarda qalan kimi mütləq bir ərəyrilik, bir başdansovçuluq edəcəkdi ki, normal şərtlərdə belə əməl sahiblərinin hamısı məhkəməyə verilib cəzalandırılmalı, vurulan ziyan da sifarişçiyə geri ödənməli idi. Başına bunca fitnə fəsad gələndən sonra da bu cür avamcasına düşünə bildiyi üçün İsa bu yerdə özü fikirlərinə güldü. Azərbaycan kimi bir yerdə bu fikirləri hələ heç fikirləşməyin yeri yox idi. O da olaydı, onlara əməl olunaydı. Buralarda kiminsə yaxasından tuta bilmək, 5 ildir mənim bura axıtdığım o pullar hara getdi deyə kimisə soru-suala çəkə bilmək, ondan vurduğu ziyanın haqqını geri istəmək, hələ bir də o haqqı ala bilmək, bunların hamısı fantastik şeylər olmalı idi. Və əgər bir gün buralarda buna bənzər fantastik bir şey baş vermiş olsaydı belə, o işi boynuna götürən hakim o ziyanı ziyankara ancaq bir şərtlə ödədərdi ki, o haqqı utanmadan, çəkinmədən özünə götürərdi. Çünki bu ölkədə artıq 100 il idi ki, işlər bu cür görülürdü və bu sistem bütün haramzadə məmurları qane elədiyindən bu zalimlərin heç biri getdikləri bu yoldan çəkilmək, cəmiyyətdə dəyişiklik eləmək niyyətində deyildilər. Ona görə də illər, əsrlər keçir, ancaq bu yerlərdə heç nə dəyişmirdi. O məmurlar, o hakimlər nəinki heç kimin haqqını qorumurdu, əksinə özləri çəkinmədən başqalarının haqqına girirdilər. Sanki belə də olmalıymış. Hər şeyə özü şahid olan İsa artıq belə bir işə başlatdığına görə çox peşman idi. Nəhayət bir gün gəldi ki, ürəyindən olmasa da İsa bu gerçəkləri qəbul eləmək zorunda qaldı. Çünki buralarda İsa kimi bir insanın ürəyindən keçən şeylərin heç biri yox idi. Deyəsən heç vaxt da olmayacaqdı. İsa unudurdu ki, vətəni Azərbaycana hələ çox illər öncə kimlər tərəfindənsə insanın damarlarında qanını dondura bilən bir tərif verilmişdi. Və bu qəribə burası idi ki, aradan keçən zaman içində o tərifin bir hərfi belə dəyişməmişdi. Bu ölkə heç bir qanunla hesablaşmayan, ona görə də heç bir əməldən çəkinməyən, yalnız hər məmurun özünün icad elədiyi qanunlarla var olan çox fərqli bir dünya olmaqla o tərifi çoxdan haqq eləmişdi. Azərbaycanda bacarırsansa, sən də az, kəs, həmin o güclülərin, zalimlərin cərgəsində özünə yer elə ki, kəsdiyin başa da sorğu olmasın. Yox, əgər bunu bacarmırsansa, özündən küs. O zaman sənə ikinci yol qalır. Get o zalimlərin zülmün altında əzilən məzlumların yanında özünə yer elə, dizini qatda otur, başına nə gəlirsə gəlsin, heç cınqırını da çıxarma. Çünki cınqırını çıxartdığın an kəsilən baş sənin başın olacaq. Belə bir tərifi xatırlayan İsa, başına gələn macəranın son nöqtəsini qoyduğu gün təəssüflə özü-özünə bu sözləri dedi. Gözəl Azərbaycanım, nə edəsən ki, füsunkar təbiətində bərəkətli torpaqlara sahib olmağınla öyünmək sənə nəsib olmadı. Çünki bu ölkəni idarə edən paragöz məmurların zülmü, qarşılarında heç bir maniyə görməyən imansız insanların bəd əməlləri sənin məsum gözəlliyinə kölgə sala bildi. Belə ki, bugün dünyanın dörd bir yanında Azərbaycan deyəndə millət daş atıb başını tutur. Dillərdə gəzib dolaşan o qara piyardan utanmaq da, o imansız insanların tutduqları bəd əməllərdən xəcalət çəkmək də, qürbətdə yaşayan, sənin gözdən düşməyində, dünyada rəzil rüsvay olmağında heç bir günahı olmayan mənim kimi minlərlə məsum qürbətçilərin boynuna qalır. İsa nə qədər gözü ilə gördüklərini, şahid olduqlarını, onunla eyni dildə danışan, eyni torpağın insanları olan
özlərini də usta adlandıran bu şərəfsizlərə yaraşdırmaq istəmirdisə də, ortada danılmaz fakt var idi. Vurulan ziyan var idi. Boş-boşuna axıb getmiş illər, batıb getmiş sərmayalar var idi. Bunları hesaba çəkdikdən sonra İsa istəməsə də gerçəkləri qəbul etmək zorunda qalırdı. Çünki bu qədər olanlardan sonra da özünü heç bir şey olmamış kimi aparmaq, bir əbləhə, özünü bilə-bilə karlığa, körluğa vuran bir dəyyusa ya da bir ruh xəstəsinə yaraşardı. Halbuki bu durumda var gücü ilə bağıraraq ucadan siz heç Allahdan qorxmazmısınız? Axı bu qədər də olmaz, ay şərəfsizlər deməyin də yeri vardı. Qəbul eləmək nə qədər çətin olsa da, görünən odur ki, bu ölkədə hər şey yolunu azmışdı. Bu ölkədə kim bir iş görürdüsə, ən başdan o işdən əldə edəcəyi mənfəəti düşünür, onu hesablayır. Əgər o işə başlarsa, bu işə ancaq öz mənfəətini götürmək məqsədilə girişərdi. Haqq ədalət bu ölkədə bugün də qulaqların alışdığı, lakin gözlərin heç vaxt görmədiyi içi boş bir ifadə olaraq qalırdı. Və bu ölkədə artıq heç nəyə təəccüb eləməyin yeri yox idi. Çünki əvvəla hər iki ayaqlı canlını insan saymaq da nə qədər doğru olar, ona da bir baxmaq lazım idi. İkincisi də, insan əgər insan idisə, öncə Allahdan qorxmalı idi. İnsanı heyvandan fərqləndirən ancaq bu olmalı idi. İnsanın insan kimi yaşamasının kökündə ancaq və ancaq bu qorxu, Allah qorxusu durmalı idi ki, hər kəs əlini bir harama uzadanda o qorxunu xatırlayaydı, onu canı ilə, hər əzası ilə hiss edəydi, əndamı olmasa da vicdanı o tutub yanaydı. Ancaq bu halda insan bəd əməlindən, bəd niyyətindən vaz keçərdi. Bu qorxunun olmadığı, tanınmadığı yerdə o iki ayaqlılardan insanlıq gözləməyinə də dəyməzdi. Artıq bu düşüncələrin ona bir xeyri yox idisə də, İsa bugün artıq bu qənaətdə idi, belə düşünürdü. İnsan insandırsa əgər, kiminsə malını çapıb taladığı üçün bir gün bu yediyini qusacağını bilməlidir, bundan qorxmalıdır. Tərs kimi hər durumda insanlıq ləyaqətini qoruyub saxlamağı vacib şərt hesab edən İsa kimi nəcib insanın rast gəldiyi, neçə dəfə qovub yerinə başqalarını gətirdiyi, onlarla da illərlə çəkişə-çəkişə qaldığı bu insanların çoxu Allahın qəzəbindən qorxmayan mürtədlərdən, insafın, vicdanın nə olduğunu heç bilməyən tiplərdən idilər. Azərbaycanda insanların hamısı bu qədər qansız, bu qədər abırsız idilər, yoxsa binəva İsa'nın rastına çıxanlar belə idilər. Bunu İsa bilmirdi. İsa qəbul edirdi ki, dünyada öz xalqını əzib keçən, qayda qanun bilməyən, ölkəni buna bənzər rəzilliklə yönətçilər də, adları rüsvay cahan olmuş ölkələr də az deyildi. Ancaq İsa onları düşünmək istəmirdi. Axı o ölkələrdən İsa'ya nə? İsa'nı düşündürən, ona dərd çəkdirən yeganə ölkə Azərbaycan idi. Çünki Azərbaycan İsa'nın ata-baba yurdu, doğma eli obası idi. O da bəzi həmyerləri kimi 20 il xaricdə ömür sürdükdən sonra yavaş-yavaş vətəndə yurt veri eləməyi, ən azından təqaüdə çıxdıqdan sonra vətən torpağında yaşamağı, qismətsə öz vətəndə bu dünyaya gözlü yummağı niyyət eləmişdi. Vətəndə ev tikdirmək arzusu hər təmiz vicdanlı, namuslu insanın haqqı idi. İnsanın öz haqqını sahib çıxması da belə gözəl bir niyyətə xidmət edəcəkdi ki, dünyanın ən şərəfsiz yaratıqları bu arzunun həyata keçməsində öz mənfur rollarını oynamış, İsa kimi gözəl bir insanı bu məsum düşüncələrindən bir dəfəlik çirgindirə bilmişlər. Halbuki qəlbinin mərhəmətindən İsa başına gələnləri hələ də ikinci səbəblə bağlamağa çalışırdı. Hətta hər yerdə rast gəldiklərinin, gözlərlə görüb şahid olduqlarının əleyhinə olsa belə, İsa bütün Azərbaycan xalqını bu qədər gözdən salınmasını istəmirdi. Yox, hər kəs belə ola bilməz. Yəqin mənim rastıma çıxanlar beləymiş deyə düşünsə də, yadına Respublikanın müxtəlif rayonlarından, lap elə Bakının özündən gətirdiyi ustaların da böyük təcrübə sahibi dələduzlar olduqlarını xatırlaması ilə də başından tüstü çıxdı. İsa uzun müddət bu qədər haqsızlığı unuda bilmədi. Bu insan o qədər təmiz adam idi ki, yenə də bu gerçəyi ürəyi götürmür, buna qəlbi razı olmurdu. Ona görə də düşünürdü ki, bu işlərdə bir günahkar varsa, o da İsa'nın özü olmalıdır. Hər ilin tətil müddətində bircə aylığına getdiyi o həyətə daşınan tikinti materialını qəbul edən, hər dəfəsində də İsa arxasını dönüb gedən kimi hər şey oğurlanıb xəbərini utanmadan, qızarmadan İsa'ya xəbər verən bu insanlara bu qədər vaxt ərzində heç nə olmamış kimi yenə də inanan İsa deyildimi? Bu adam axmaq deyil bəs nədir?
Artıq neçənci dəfə eyni cür xəbərdarlıq aldığında İsa anlamalı idi ki, burada bir naqis oyun oynanır. Halbuki bu materiallar oğurlandı məsələsi illərlə təkrar olundu. İsa isə qəlbinin təmizliyindən bu şeytanı yaratdıqlara inanmağa davam elədi. Onlara güvənməkdən qalmadı. Sonunda da o qədər çəkilən zəhmət, aradan keçən zaman İsa'nın qəlbinə göynənən bir düyün əmələ gətirməklə qalmadı, ona bir ürək ağrısı da qazandırdı. İsa'nın hər şeyə atıb geri dönməsindən 5-6 ay keçmişdi. İsa vətəndə ev tikdirmək kimi bir macəranı unutmuşdusa da, yerli yersiz o olanları xatırlamaq da istəmirdi. Zaten ailəsindən yetərincə qınaq eşitmişdi. Mövzunu da neçə aydan sonra güclə bağlaya bilmişdi. İsa bu başına gələnləri özü üçün bir utanç hesab edirdi. 50-yə yaxın yaşında 5 il boyunca uşaq yerinə qoyulmağı, bu illərin halal pullarının havaya sorulmağı, özünün aldanmağı onun şəxsiyyətinə ağır gələn bir məsələ, mənliyinə dəyən ağır zərbə olmuşdu. Odur ki, İsa ancaq elə aradan keçən zaman içində ailəsinin qınağından qurtulduğuna şükür edir, keçənləri unutmağa çalışaraq həyatına davam edirdi. Adi günlərdən biri idi. İsa adəti üzrə camidə mağrib namazına getmişdi. Bu dəfə nədənsə adam bir xeyli çox idi. Onların arasında İsa'nın çoxdan tanıdıqları qonşuları, tanışları da var idi. Namaza yeni qatılan, İsa'nın ilk dəfə gördüyü insanlar da var idi. Burada belə bir şeylər normal idi. Kimsə bura başqa şəhərdən köçüb gəlirdi, kimsə ümumiyyətlə Avropaya yeni gəlirdi. Odur ki, hər namaz zamanı yeni insanlara rast gəlmək olurdu. İsa'nı sevindirən o idi ki, bu şəhərə yeni gələnlər də yubanmadan 1-2 günün içində caminin yerini öyrənir, vaxtında namaza gəlirdilər. Həmin gündə imam namazı qıldırdı, namaz bitdi, insanlar da axın-axın camidən çıxdılar. Hər dəfə olduğu kimi insanların çoxu evə tələsmir, yaxındakı parka keçir, skamyalara oturaraq oradan-buradan söhbət edirlər. Nə də olsa, bura təkcə Allahın ibadət yeri deyildi. Bura həm də bir növ insanların qaynaşma yeri idi. İndi də onlardan bəzisi çıxıb getdilərsə də, bəziləri də kənara çəkilib bir-biri ilə söhbət edirdilər. Bu zaman İsa'nın diqqətini bir şey cəlb elədi. Bir neçə adam yerə çökmüş, yaşlı bir kişinin başına toplaşmışdı. Görünür, bu yaşlı adamın halı pis idi. Bunu görən İsa da oraya yaxınlaşdı. Caminin səkisində yerə çökmüş ağsaqqal kişini gördü, ancaq tanımadı. Kişinin halı ilə maraqlananlar əsasən türklər idilər. Onlar yaşlı adamdan nə oldu deyə soruşanda, İsa fikir verdi ki, kişi Azərbaycan ləhcəsində cavab verir. İsa cəld ora toplaşanları yarıb irəli keçdi. Kişinin yanında yerə çöküb soruşdu. Əmi, sənə nə oldu? Haran ağrıyır? Kişi dönüb İsa'ya baxdı. Gülümsəyərək soruşdu. Yoxsa sən də Azərbaycanlısan? Hə, burada yaşayıram. Əmi, mən səni tanımadım axı. Kişi ağır-ağır nəfəs alsa da üzündən təbəssüm əskiyi olmurdu. O yenə gülümsəyərək dedi. Hardan tanıyasan? Mən bu gün ilk dəfə burada namaza gəlmişəm. Hardan gəlmisən ki? Brüxxedən. İsa maraqla kişinin üzünə baxdı. O qədər yolu gəlməyə nə ehtiyac var idi? Brüxxedə cami yoxdurmu? Olmasına var. Ancaq orada bir nəfər də olsun Azərbaycanlı yoxdur. Çeçenlər var, türklər var, ərəblər var. Hamısı da gözəl insanlardır. Bilirsən də, camilər bizim üçün ancaq elə namaz yeri deyil ki. Camilər həm də mənim yaşımda insanların buralarda özünə bir həmsöhbət axtardığı yerdir. Mən o həmsöhbətləri orada tapa bilmədim. Bəs bu yaşında oradan bura gəlmək sənə zəhmət deyil ki? Yox, nə zəhmət. Əlimdə 1 illik avtobus biletim var. Avtobuslarda bomboş. Biri gəlir, biri gedir. Odur ki, eləmədim tənbəllik. Dedim bu dəfə də bu qaydanı pozum, gedim görüm qonşu şəhərlərdə vəziyyət necədir. Buranı birərək seçdin, yoxsa bu bir təsadüfdür? Yox, təsadüf deyil. İnternetdən oxumuşdum ki, burada çoxlu Azərbaycanlılar yaşayır. İsa yaşlı adamın əllərini ovuşdura-ovuşdura soruşdu. Necədir, zəhmətinə dəydimi barı? Dəydi. Bax, elə ilk səfərimdə səninlə tanış oldum. Ətrafdakı adamlar bu iki həmyerlinin şirin söhbət elədiyini görüb, bir-bir dağılışıb getdilər. İsa yaşlı kişinin qolundan tutub, onu səkidən qaldırdı. Əmi, adını da bilmirəm. Gəl gedək adam kimi skamyada oturaq. Adım Musadır. İsa qocanın bu sözünə güldü. Hə, eləmi? Nə gözəl. Nəyə güldün oğul bala? Ona güldüm ki, mənim də adım İsadır. Hə, doğrudan ha, nə gözəl, nə gözəl. Sənə bir şey deyim mi oğul bala? Mən bu gün bu yola çıxanda düşündüm ki, mənim elədiyim bu hərəkət elə belə deyil. Bu yolda nələrsə olmalıdır.
Yəni yaxşı şeylər. Bax elə ilk yaxşı şey sənə rast gəlməyimdirsə, biri də sənin adının mənim adımla həmahəng olmasıdır. Vallah bu işdə bir iş var. Yaxşı bir iş inşallah. İsa yaşlı adamın qəlbinin gözəl niyyətlərlə dolu olduğunu anladı. Ona xoş gəlsin deyə dedi. İnşallah Musa əmi, mənim üçün də rastıma sənin kimi bir nurani insanın çıxması yaxşı əlamətdir. Mən də tanışlığımıza çox şad oldum. Dincini aldınsa, qalx gedək yavaş-yavaş bizə. Xanım yaxşı çay dəmləməyi var. O dəmləsin, biz də içək. Kişi belə bir təklifi heç gözləmirdi deyə çox təəccübləndi. Bu vaxt, yox oğlum, buna nə ehtiyac var? Qalsın başqa vaxtda, axşam vaxtı ailəni rahatsız eləməyək. İsa ərklə yaşlı kişinin qoluna girərək dedi. Musa əmi, biz Azərbaycanlıyıq. Bizdə deyərlər ki, qonaq evin bəzəyidir. Bura qədər gəlmisən, bir Azərbaycanlı tapmısan. İndi onun evini görmədən, ailəsi ilə tanış olmadan dönüb gedəcəksən, heç elə şey olarmı? Beləcə, qürbət ellərin birində bir İsa adlı orta yaşlı adamla bir Musa adlı ağsaqqalın yolları kəsişdi bir gün. Musa kimi 70 yaşlı bir insanın tez-tez İsa'nın yaşadığı şəhərə gəlib getməsi onu göstərirdi ki, bu ağsaqqalın belə uzaq yol qət etməsi ciddi bir ehtiyacdan, bir qəribin həyatında yeri boş qalan zərurətdən qaynaqlanırdı. Zaman irəliləyir, İsa ilə Musanın görüşləri də yavaş-yavaş bir sistem halını alırdı. Bu görüşlər zamanı onların bir-birinə isnişməsi də mənaca dərinləşir, bir mərhələdən başqa bir mərhələyə keçirdi. Belə ki, bu iki insan hər dəfə bir araya gələndə bir-birinə yeni cəhətlər kəşf edirdilər. Musa kişi artıq İsa'nın camiyə gedəcəyi təqvimi yazıb götürmüş, hər dəfə namaza gəlmədən öncə İsa ilə zəngləşir, əgər İsa da orada olacaqsa, namaza mütləq gəlirdi. Elə olurdu ki, insanlar gündəlik namazların bəzisini evlərində də qıla bilirdilər. Hər kəsin bir işi çıxa bilirdi. Ona görə də Musa kişi bu yola çıxmazdan əvvəl İsa ilə danışıb hər şeyi dəqiqləşdirirdi. Farz namazlarının içində heç kimin buraxa bilmədiyi cuma namazı da var idi ki, Musa kişinin cuma namazına gəlməsi onun üçün daha bir mənada əhəmiyyətli olmağa başlamışdı. Çünki hər həftə cuma namazından sonra İsa onu evinə nahara aparırdı. Musa kişi əvvəlcələrdə çəkinirdi. Bu dəvətə getməyə utanırdı. Ancaq İsa'nın evini ziyarət edəndən, bir neçə dəfə süfrəsində çörək kəsəndən sonra bu ailənin səmimiyyətinə inandı, onlara güvəndi. Yaşlı adam onlara qəlbən bağlandı. İsa'nın 20 yaşlı oğlu ilə, 18 yaşlı qızı ilə, gözəl, əxlaqlı, istiqanlı xanımı ilə tanış olduqdan sonra İsa'nın evinə, öz oğlunun evinə gedirmiş kimi çəkinmədən ərklə getməyə başladı. O qədər ki, bu gediş-gəlişin zamanı İsa da, Musa kişi də həyatlarından çox şeyləri bir-birinə etibar eləməyə başladılar. Səmimi söhbətlərində ikisi də keçmişlərdən, olub keçənlərdən çox şeylər paylaşdılar. Bu söhbətlər əsasında da bir gün təkcə İsa deyil, onun ailəsindəki hər kəs də Musa kişinin bu ölkədə, hələ bəlkə bütün dünyada onlardan başqa heç kimi olmadığını öyrənmiş oldular. Həmin gün onlar ailecə bu yalqız insanı öz doğmalarının içinə qatmağa qərar verdilər. Bu qərara səbəb günlərin bir günü Musa kişinin öz həyat tarixçəsini təkcə İsa'ya deyil, süfrə başında İsa da başda olmaqla onun ailəsinə açması, hər şeyi bircə-bircə danışması oldu. Musa kişinin həyat hekayəsində qəlbləri parçalayan, insanı dərindən duyulandıran çox şeylər var idi. Musa kişinin qəmli həyat hekayəsini onun öz dilindən dinlədikləri gün İsa ilə oğlu Fəxri nə qədər kövrəldilərsə, İsa'nın xanımı Yasəmənlə qızı Lalə bəzi məqamlarda göz yaşlarına hakim ola bilmədilər. Həmin gün yenə də süfrə başında Musa kişi xatirələrində çox keçmişlərə getmiş, hər şeyi lap başdan danışmağa başlamışdı. Gövhərlə biz lap uşaqlıqdan bir-birimizi sevirdik. Olur birinci sinifdən başlayan məsum sevgi. Bəlkə də hər kəsin ilk məhəbbəti. Onunla qonşu olmağımız bizim bir-birimizi yaxından tanımağımıza, hər xasiyyətimizə bələd olmağımıza şərait yaratmışdı deyə biz də artıq başqa yerdə qismət axtarmağı heç ağlımızdan da keçirtmirdik. Düşünürdük ki, böyüyərik, evlənərik. Bu niyyətlə də səmimi, kövrək hisslərimizi qəlblərimizdə bəsləyə-bəsləyə böyüyür, yaşdan yaşa girirdik. Vaxt gəldi, yaşımız artıq valideynlərimizi bizim üçün qismət axtarışına çıxmaq həvəsinə gətirdi. Ancaq iki qonşudan heç biri bizi bir-birimizə yaraşdırmadı, bir-birimiz üçün uyğun görmədi. Hərə üzünü bir tərəfə çevirdi, başqa-başqa yerlərdə bizim üçün qismət axtarışına çıxdı.
Gövhər o qədər gözəl idi ki, istəyən də çox idi. Məsələ qalırdı onun valideynlərinin seçiminə. Onlar da təbii ki, qızları üçün mütləq bir varlı, hallı namizəd axtarırdılar. Mən evdə ailəmi yola gətirməklə uğraşırkən bir də eşitdim ki, Gövhər üçün yaxşı yerdən elçi gəlib. Ən yaxın günlərin birində mənim Gövhərim başqasına nişanlanacaqdı. Belə bir şey olmasın deyə bir gün biz xəlvətdə görüşdük, qərar verdik və baş götürüb vətəndən getdik. Moskvaya getdik. Orada bir müddət yaxın dostumuza, Bakıdan köçüb getmiş məktəb yoldaşımıza sığındıq. Həmin il Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunduq. Bizi evli bilib ailə yataqxanasında bizə yer də verdilər. Halbuki tələbə yataqxanasında ayrıca otaq sahibi olmaq hələ bu gün də çətin məsələ olaraq qalır. Beləcə biz də bu fürsətdən istifadə edərək rəsmi surətdə evləndik. Həyatımızı yataqxana divarları arasında ehtiyac içində keçirə-keçirə sürdürməyə davam elədiksə də heç nədən qorxmadıq, çəkinmədik. Gənc idik, optimist ruhlu olduğumuz üçün heç bir çətinlik bizi qorxutmurdu. İkimiz də oxumağa çox həvəsli idik. Odur ki, təhsilimizdəki müvəffəqiyyətlər bizim yeganə ümidimiz, yeganə yol arzuqamız idi. Fikrimiz dərslərdə verir, birdən övlad sahibi olarıqsa dərslərdən geri qalacağımızdan qorxurduq. Nə yaxşı ki, Allahın bizə rəhmi gəldi. Oxuduğumuz illərdə bizə övlad vermədi. Biz bu məsələyə belə baxırdıq. Halbuki xəbərimiz də yox idi ki, Allahın bizə övlad vermək kimi bir niyyəti heç yox imiş. Bizim övladımız heç olmadı. Biz ali təhsili bitirdikdən sonra bizə valideyn olmaqda mane olan səbəbləri də araşdırdıq. Çox gəzdik, çox çarə axtardıq. Ancaq heç nəyin xeyri olmadı. Bizim övladımız olmadı. Bəzən düşünürdük ki, övlad olacağından, oxumaqla bizə əngəl olacağından qorxduğumuz o zamanlarda ya biz o fürsəti qaçırtdıq, ya da Allahın bizə qəzəbi tutdu. Nəysə, əlimizi hər şeydən üzəndən sonra biz özümüzü işə verdik. İkimiz də qəzetçi olmağı seçmişdik. Kiçik bir mətbəədə çalışmağa başladıq. Bir müddət başımız işə qarışdı. Ancaq bir zaman da gəldi ki, vətən həsrəti bizə güc gəlməyə başladı. Həsrət nə qədər güclü bir şey imişsə, çox şeyin öhdəsinə gəlməyi bacaran bizim belə bir sınağın öhdəsinə gəlməyə gücümüz yetmədi və biz geri dönməyə qərar aldıq. Geri döndüksə də hər şeyi sıfırdan başlamaq zorunda qaldıq. Üstəlik valideynlərimiz də bizi nə bağışladı, nə də yaxına buraxdı. Beləcə doğmalara, ana atamızın həyatına da yenidən baxmaqla qaldıq. Bizi yaxına buraxmasalar da, sən demə sadəcə onların həyatda bizimlə eyni şəhərdə olmaları da bizə güc verilmiş, qüvvət verilmiş. Onlar dünyalarını dəyişib getdilər, biz də yerin göyün altına nə qədər tək qaldığımızı, kimsəsiz qaldığımızı anladıq. Həmin o həsrətli günlərimizdə həyatımızda bir dəyişiklik eləməyə qərar verdik. Uşaq yerindən sarışın, çox göyçək bir qız uşağı övladlığa götürdük, adını da Sevda qoyduq. Biz Sevdanı çox sevdik. O bizim həyatımızın mənası idi, yaraşığı idi. Qızımız həm çox gözəl idi, həm də Gövhərə o qədər bənzəyirdi ki, bizi yaxından tanımayanlar onun bir övladlıq olduğuna heç vaxt inanmazdılar. Bir şey var ki, ətrafımız bizi tanıyanlarla dolu idi və biz bu insanların niyyətlərindən bədgüman idik. Onlar hər an bu sirri bizim qızımıza söyləyə bilərdilər. Onun sevgi dolu ailə bağları ilə qorunan dünyasını başına yıxa bilərdilər. Ya bilmədən, ya da qəsdən. Bu düşüncələrin əzabında qovrulurkən bir də baxdıq ki, yenidən yolun başına dönmüşük. Qarşımızda yenə də bir qərar vermək, bu dəfə də özümüz üçün olmasa da daha çox qızımız üçün bir seçim eləmək kimi bir məcburiyyət dururdu. Və nə qədər gec deyildi, yeni bir seçim eləməyi, yeni bir yol tutmağı bizdən tələb edirdi. Biz də ancaq sevdamızı düşünərək, gəncliyimizdə olduğu kimi çarəni qaçmaqda gördük. Bu dəfə biz vətəndən baş götürüb çox uzağa, buraya qaçdıq. O qədər fədakar idik ki, Gövhər də, Sevda da, mən də burada özümüzə yeni həyat qurmaq üçün hər şeyi yenidən, bu dəfə də sıfırdan başlamaq üçün özümüzdə güc tapdıq. Həyatımızı qurduq, hər şey yavaş-yavaş yoluna düşməyə başladı. Bir şeydən əmin idik, Sevda özünün övladlıq olduğunu heç vaxt bilməyəcəkdi. Nə qədər qəribçilik çəkirdiksə də, nə qədər qürbət hissi bizi sıxırdısa da, ancaq elə bu səbəblə də hər şeyə dözürdük. Hər şeyə şükür edir, mehriban bir ailə kimi həyatımıza belə davam edirdik. Ta ki bir gün Gövhər xəstələndi.
həm də ən çox qorxduğumuz, geri dönüşü olmayan ən pis bir xəstəliyə düçar oldu. Belə bir xəstəliyə tutulmağın səbəblərini axtarmağa qalxsaydıq, səbəb o qədər çox idi ki, saymaqla qurtarmazdı. Təkcə ilə bizim arxada buraxdığımız ömrümüz bu xəstəliyə yol açdı desəydik, kifayət edərdi. Ancaq bu cavab məni qane eləmirdi. Mən bu durumla barışa bilmirdim. Qəlbim üsyan edirdi. Niyə bəs Gövhər? Niyə mən yox o? Niyə o? Niyə o? deyə dəli kimi gəzirdim. Bir gün bir mömin insana tanış oldum. O bizdən biraz aralı yaşayırmış. Ona görə də mən onu tanımırdım. Gövhərsiz qalmaq qorxusu məni elə əsir almışdı ki, ətrafda olanları görmür, eşitmirdim. Günüm Gövhərin başının üstünə keşik çəkməklə, onun bir şam kimi sönməyini izləməklə keçirdi. Ürəyim od tutub yanırdı, ancaq əlimdən heç nə gəlmirdi. Biz sevda ilə sanki ancaq yaşaya bilmək üçün əlimizə düşəni yeyir, vaxtımızın çoxunu Gövhərin yanında keşik çəkməklə keçirdirdik. Belə gərgin keçən günlərin birində bazarda Hasan adlı həmin o Marokkolu adam ilə tanış oldum. Qonşumuz imiş. Mən isə onu heç görməmişdim. Gör dünyadan necə qopmuşammış ki, mən onu tanımırdım, ancaq Hasan mənim xanımımın xəstə olduğunu da bilirmiş. Mən bu durumdan ürəkləndim, dərdimi ona danışdım ki, heç olmasa biraz yüngülləşim. O günə qədər mənə elə gəlirdi ki, mən yaşamıram. Mən ancaq ürəyimin bir gün partlamasını gözləyirəm. Çünki partlayacağını yəqin bilirdim. Gövhərin yatağa düşdüyü gündən mən ürəyimin hər gün biraz da şişdiyini hiss edirdim. Bu gedişlə də bir gün mütləq partlayacağını bilirdim. O gün Hasan adlı bu qonşu mənim halımdan nə anladısa, əvvəlcə dərdimi dinlədi, sonra məni camiyə gətirdi. Həmin gün Hasan mənim imana gəlməyimə səbəb oldu. Həmin gün ətrafa qarşı mənim qulağım, gözüm açıldı, ətrafımda dəyərli insanların var olduğuna şahid oldum. Bir şeyi də anladım ki, həyat qarşımıza nə çıxardı çıxarsın, biz bu həyatı yaxşısı ilə, pisi ilə son gününə kimi yaşamalıyıq. Və o son günün zamanını bəlirləyən də biz deyilik. Bizi yaradan o uca varlıq Allahdır. Hasan mənim kimi imandan çox uzaq qalmış biri üçün imana gəlməyin başlanğıc mərhələsi bir məktəb oldu. O mənə çox şeylər öyrətdi. Çox dəyərli məsələlərə gözümü açdı. Doğrudur, bir müddət sonra o bizim şəhərdən köçüb getdi, ancaq onun dedikləri məndə əbədi qaldı. Allah ondan razı olsun. Onun sözü heç vaxt yadımdan çıxmaz. Dərdimi dinlədikdən sonra bir gün Hasan mənə dedi: "Qardaşım, xəbərin olsun ki, insan əslində çox zəif məxluqdur. Onu güclü edən, dözümlü edən Allaha inamıdır. Əgər insan Allaha inanmazsa, Allaha güvənməzsə, onun da dünyanın qarışqa qədər xırdab, gücsüz, qüvvətsiz məxluqlardan bir fərqi olmaz. Halbuki o qarışqada Allaha inanır, ona güvənir, ondan güc alaraq dünyanın bir qarışqanın boyunu minlərcə dəfə aşan hər dərdi sərinə sinə gərir, fədakarcasına həyatına davam edir. Allaha sığın qardaşım, bütün dərdlərin çarəsi ondadır." Mənim Allaha sığınmağım belə başladı. Görünür qismət belə imiş ki, Allaha sığınmağım Gövhərlə əlaqəli olacaqların qarşısını ala bilmədi. Mən də Allahı dərdlərimin içindən keçə-keçə tanıdım. Onu güvəndiyim gündən üsyan etməkdən də çəkindim. Mən hər şeyi qəbul elədim. Nə qədər ki dünyaya gözünü yummamışdı, mən Gövhərimə də kəlmə-i şəhadəti öyrətmişdim. Odur ki, onu bir müslüm kimi yola salmağım sonrasında təskinlik üçün mənim bir səbəbim oldu. Gövhərimin ömür sürəsinin dolduğu, getmək zamanı çatdığı gün mən nə başımı itirmədim, nə də üsyan eləmədim. Səbirlə, təmkinlə onu son mənzilə yola saldım. Onu müslüm qayda qanunu ilə dəfn elədim. Gövhər getdi, mən də Sevda qızımla baş-başa qaldım. Qismət belə imiş ki, o gün Musa kişi heç kəsin gözləmədiyi halda öz həyatını böyük həvəslə bir kitab kimi ortaya sərdi, bütün olan keçənləri o görüşdə bir nəfəsə danışıb bitirdi. Gövhərin ölümündən sonra bütün həvəsini qızına həsr etməyə başladığından, ancaq elə Sevdanın təhsili ilə maraqlandığından, onu bir an belə gözündən kənar qoymadığından danışdı. Sevdanın çox ağıllı qız olduğunun altını çizərək, onun məktəbi yüksək nəticələrlə bitirdiyindən, sonrasında tibb universitetinə daxil olmasından həvəslə söhbət açdı. Ancaq söhbətin mövzusu Sevdanın Amerikaya getməsinə yaxınlaşdıqca Musanın rəngi də dəyişdi, gözləri də doldu. O qızının son kursda Pakistanlı müəllimi ilə evləndiyindən, universiteti də yüksək balla bitirdiyindən nə qədər həvəslə bəhs edirdisə, sonradan Pakistanlı kürəkəninin Sevdanı da götürüb Amerikaya köçməsindən kədərlə söhbət açdı. Musa bir yandan Pakistanlı oğlanı çox tərifləyirdi. Onun imanlı bir gənc olduğundan, çox savadlı bir həkim olduğundan bəhs edirdi.
Bir yandan da onun bir qəfil köçüb getmək qərarının Musa üçün çox böyük bir imtahan olduğunu deyirdi. Onu qınamalı da değildi. Dediyinə görə Sevda da gedəndən sonra Musa'nın evi suyu sorulmuş dəyirmana dönübmüş. Doğrudur, Musa kişinin sözlərinə görə Pakistanlı kürəkəninin bütün ailəsinin Amerikada yaşadığını nəzərə alanda bir gün onların da Amerikaya yerləşəcəklərini bilir, bir gün bunun belə olacağını gözləyirmiş. Digər tərəfdən onların da köçüb Amerikaya getməsi fikri, kürəkəninin öz ailəsinə yaxın olması seçməsi Musaya görə də doğru qərar idi. Üstəlik qızı və kürəkəni onu da özləri ilə aparmağı düşünürlərmiş. Ancaq Musa onların təklifini qəbul etməmiş, qürbətsə artıq biraz bələd olduğu qürbətdə qalmağı seçmişdi. Onun dediyinə görə onlar hələ bu gün də Musanı öz yanlarına çağırırlarmış. Ancaq Musa görünür artıq ömrünü burada, ömrünün 25 ilini keçirdiyi, Gövhərin də məzarının olduğu bu ölkədə başa vurmağı seçmişdi. Musa kişinin səmimi etirafları İsa ilə onun ailəsini dərin təsir altında buraxmışdı. Odur ki, onların hamısı Musanı daha tez-tez öz evlərində görmək istəyirdilər. Belə bir isti münasibət iki qəribin arasında ən zəif sərhəddə yox elədi. Bir gündə gəldi ki, İsa iki şəhər arasında qalmış, 75 kilometrlik yolda qalmış bu yaşlı adamın evini öz şəhərlərinə dəyişməyə qərar verdi. Bunun üçün o iki şəhərin bələdiyyəsinə də baş vurdu. Müxtəlif səbəblər gətirərək sonunda Musa kişinin evini öz şəhərlərinə dəyişməyə nail oldu. İsa öz oğlunu da, onun dostlarını və digər ərki çatan gəncləri də başına topladı. Musa kişinin evini bir günün içində yeni ünvana daşıdı. Ev lap İsagilin yaşadığı küçənin başında idi. İndi Musa kişi istədiyi vaxt onlara çay içməyə gələ bilərdi. Yasəmən də Lalə qollarını çırmalayıb, nə vaxtdır tək yaşadığı üçün evinin səliqəsi səhmanı çoxdan pozulmuş yaşlı bir kişinin evini yeni başdan, həm də hər əyər əskiyini özlərindən tamamlaya çox şeyi yenisi ilə əvəz edə döşədilər. İşlərini bitirdikləri günün axşamında ətirli çay dəmləyib Musa kişini öz evinə çaya dəvət elədilər. O gün Musa kişi ilk dəfə öz evinə girdi. Gəlin evi kimi bəzədilmiş evini gördü, gözləri yaşla doldu. O dərindən köks ötürərək ağlamaqdan özünü bu yolla saxlaya bildi. Musa kişi özünün kövrəlmiş halı ilə İsa'nı və onun bütün ailəsi üzvlərini bir-bir qucaqladı. Onları birdən nəzərdən keçirdi, sonra yenə üzünü İsa'ya tutub dedi: "Çox sağ olun, balalarım. Allah sizdən razı olsun. Artıq ölsəm də qəm yemərəm, çünki artıq tək deyiləm. Yaxınımda oğlumun evi, oğlumun ailəsi var." İsa yaxınlaşıb yaşlı kişinin çiyinlərini qucaqladı. "Musa əmi, ölməyə tələsmə. Hələ biz səni yaxınımızda yeni köçürtdük. Allah sənə uzun ömür versin ki, biz də sənin qonşuluğunda bir görək də, biz də sənə çaya gələk." İsa'nın zarafatına hamı güldü. Lalə də çayları süzüb hər kəsi çay süfrəsinə, özünün pişirdiyi evin mübarək tortu ilə çay içməyə dəvət elədi. İsa ilə Musa'nın qonşuluğu çox uğurlu alındı. Bu qonşuluq onları bir ata-oğul kimi yaxınlaşdırdı. Vaxt oldu ki, İsa əlində payparça ilə Musa'ya qonaq getdi. Vaxt oldu ki, Musa'nı evinə ya çay içməyə, ya da nahara dəvət elədi. Belə demək olarsa, fərqli yaş qrupuna aid olan bu iki insanın bir gün bir-birinə rast gəlməsi onların ikisinin də qürbət həyatını müəyyən qədər dəyişdirdi. Musa kişinin həyatına baxılırsa, onun həyatı kökündən dəyişdi. Ancaq İsa'nın da həyatında bir ağsaqqal ataya aid qayğılar özünün çoxdan boş qalmış yerini tutmuş oldu. Onlar artıq günlərinin çoxunu birlikdə keçirdirdilər. Hər fəcr namazından sonra qəsəbənin yaşıllıqla örtülü bağlarını, parklarını gəzə-gəzə günəşin doğmasına tamaşa edər, şirin-şirin söhbət etdikdən sonra evlərinə dönərdilər. İsa ürəyində Musaya çox dua edirdi. Onun varlığını, bir qonşu kimi yaxınında olmasını nemətdən sayırdı. Çünki əvvəllər gününün çoxunu televiziyanın qarşısında keçirdən İsa, Musa kişinin sayəsində artıq günün çox hissəsini çöldə, bayırda, təmiz havada gəzintilərə sərf edirdi. Elə olurdu ki, İsa'nın başının nəyəsə qarışıq olduğu bir məqamda Musa kişi bir qəfil böyürdən çıxır, onu gəzməyə çıxmağa dəvət edirdi. Yayda bitmək bilməyən günlərin qızmar günəşlə, güllə, çiçəklə süsləndiyi zamanlarda onlar gəzintilərini saatlarla uzadır, sonunda Yasəmənin dəvətinə boyun əyərək İsagiləyə nahara dönürdülər. Əvəzində axşamlar, xüsusən də uzun qış gecələri Musa kişinin evinin divarları sevinir, İsa'nın gəlişi ilə, dünyanın hər yerindən xəbər verən söhbətləri ilə bu qərbin evi də, özü də şənlənirdi.
Belə axşamların birində söhbət Azərbaycandan, oradakı həyat şərtlərindən düşdü. Başda havadan sudan bəhs edən söhbətlər bir yerdə İsa'nın yarasının qaysağını qopartdı. İsa da bir daha heç vaxt heç kimə danışmayacağına söz verdiyi vətəndə yurt yeri kimi özünün kodlaşdırdığı o mövzunu Musa kişiyə danışmaq qərarına gəldi. Belə görünürdü ki, aradan keçən zaman ərzində Musa kişi İsa'nın ailəsindən birinə çevrilmişdi ki, İsa da həm ürəyindəki ağır yükdən qurtulmaq üçün, həm də bu sirri heç yerdə yaymayacaq olan Musaya bu qədər güvəndiyi üçün 5-6 il əvvəl başına gələnləri bir-birinə nəql etməyə başladı. Belə çıxırdı ki, bundan sonra həyat tarixçəsini söyləmək sırası İsa'ya keçmişdi. O gün İsa da ailə həyatının vətəndə keçən hissəsindən, xoşa gəlməyən bəzi şeylərdən söhbət açdı. Təkcə onları deyil, yüzlərlə ailələri də onlar kimi vətəndən getməyə məcbur buraxan, hamının da bildiyi ümumi məsələlərdən bir-iki kəlmə danışdı. Ancaq onun xarakterinə yaraşmayan bir hikyə ilə, bir qəzəblə ələ aldığı mövzu başqa oldu. İsa'nın açdığı növbəti mövzu müəyyən qədər burada yaşadıktan sonra vətəndə bir ev tikdirmək kimi məsum bir qərarın 5-6 il əvvəl onun başına açdığı oyunlarla bağlı oldu və İsa 5 il sürən o rəzaləti, həmvətənləri olan o insanlardan çəkdiyi çiləni, o vicdansızlığı yana-yana başdan ayağa kimi Musa kişiyə danışdı. İsa həyəcanla, gah əsəbilikdən əsən əlini ayağını bir yerə yığaraq, gah da təəssüf hissi ilə göynəyə-göynəyə olanları danışdıqca, Musa kişi onun başının üstündən pəncərəyə, oradan görünən uzaqlara baxır, sanki nəsə düşünürdü. Bir ara İsa'ya elə gəldi ki, özünün emosional söhbəti ilə bu yaşlı adamı yorur. O bir qəfil sözünü kəsib Musaya dedi. Sən Allah məni bağışlayır Musa əmi. Səni də çox cəfəngiyatımla yordum. O hadisə məndə elə pis təəssürat buraxdı. Yadıma düşəndə hələ bu gün də sakit ola bilmirəm. Musa kişi diqqətini cəmləyib İsa'nın üzünə baxdı. Yox oğlum, yox, elə deyil. Sən danışdıqca mənim də yadıma öz həyatımdan bir şeylər düşür. Eləmi? Yoxsa sən də buna bənzər şeylər yaşamısan? Sənin bəhs elədiyin qədər olmasa da oldu. Bizim də həyatımızda buna bənzər şeylər oldu. Ancaq mən indi onlardan danışmaq istəmirəm. Özün bilirsən, nə qədər rahat da olsa, qürbətdə yaşamağın bir müddət sonra dözülməz bir vətən həsrəti ilə dönməyi var. Bunun heç kəs dana bilməz. Bunu hər kəs yaşayır. Həmin o həsrətin güc gəldiyi zamanın hökmünü də hər qərib üçün vətəndə bir yurt yer eləmək istəyi ilə sonlanır. Yəni sənin getdiyin yolu az qala hər kəs keçib. Kimdə necə alınıb onu deyə bilməsəm də, mən də oradan gəldiyimə, mən də orada bir ev tikdirimə görə sənin dediklərinin hamısının altından çəkinmədən imza ata bilərəm. Və əgər biz səninlə sadəcə misal üçün bu gün də belə bir arzu ilə vətənə üz tutanlardan real vəziyyəti soruşsaq, mən əminəm ki, hələ bu gün də onların başı eyni şeyləri çəkməkdədir. Ona görə bu yerdə əminəm deyə bilərəm ki, Azərbaycanda çox şeylər dəyişə bilir. Dəyişir də. Təkcə xalqın əxlaq pozuntusu dəyişmir, dəyişməz də. Çünki bu dəyişkənliyi orada istəyən, bunun üçün bir şeylər eləyən yoxdur. Bu xalq arxasını Allaha çevirərək yaşayır. Oralarda son aqibətini düşünən kimsə yoxdur. Başda oturanlar Allahı danırlar. Millət də sürü kimi onların arxasınca gedir. Boşuna deməyiblər ki, balıq başdan iylənir. Təbii ki, oralarda da bir şeylər baş verir, ancaq o baş verənlər də millətin əxlaqının daha da pozulmasına xidmət edir. Sən özün hər şeyi elə gözəl dedin ki, mənim nəsə əlavə eləməyimə ehtiyac qalmadı. İsa, oğlum, gör sənə nə deyirəm. Gəl biz bu ürək bulandıran mövzuya qapıdıb getməyik. Ondasa sən mənə diqqətlə qulaq as. Mən sənə başqa bir şey deyəcəyim. Mən sənə mənim üçün çox mühüm olan, həllində də sənin yardımına ehtiyacım olan bir şeydən bəhs eləmək istəyirəm. İsa Musa kişinin üzünün ifadəsindən də anladı ki, ağsaqqal ona nəsə çox önəmli bir şey demək istəyir. Ona görə də danışdıqları mövzunu oradaca kəsdi. Qocanın üzünə baxaraq dedi, buyur Musa əmi, diqqətlə səni dinləyirəm. İsa, sənin də xəbərin olsun ki, bura gəldiyimizin 10-cu ilində həmin o dediyimiz həsrət ki vardı, o bizi də yerimizdən oynatdı. Biz də vətənə getdik, özümüzə səfalı kəndlərin birindən bir mülk almaq eşqinə düşdük. Elədiyimiz 3 cəhdin ikisi baş tutmadı. Çünki içindən elə hoqqalar çıxdı ki, onları danışıb sənin də başını ağrıtmaq istəmirəm. Bir onu deyəcəyim ki, bəyəndiyimiz ilk mülkü bizdən əvvəl 5 adama da satıblarmış.
Yaxşı ki, biz bu alverə heç başlamadan oranı qoyub qaçdıq. İkinci mülkü yenicik bəyənmişdik ki, mülkün sahibi olan ata oğul bizim yanımızda bir-birinə silah çəkdilər. Biz də dabanımıza tüpürüb oradan da qaçdıq. Üçüncü cəhdimiz ancaq ona görə baş tutdu ki, arada mənim məslək yoldaşım, uzun illər birlikdə çalışdığımız adlı sanlı, o cəmiyyətə yaraşmayacaq dərəcədə təmiz vicdanlı bir jurnalist dostum bizə aracılıq elədi. Biz də Şamaxının mədrəsə kəndinə aid olan o mülkü ala bildik. Sənə əvvəlcə onu deyim ki, mədrəsə kəndi türk kəndidir. Yəni kəndin cəmaatı əslən Stalinizmin sürgün zülmünə məruz qalmış türklərdir. Həm də dini imanı olan möminlərdən oluşan türklər. Belə idi ki, biz də həmin mülkü heç bir macəra yaşamadan ala bildik. O vaxt Türkiyədən onlara dəvət təklifi gəlmişdi. Ona görə də türklərin çoxu ana vətənləri Türkiyəyə dönüş edirdilər. Vətən həsrəti adlı eyni bir cazibə ilə çoxu evini satıb gedirdi. Biz də belə bir dönəmə tuş gəlmişdik. Biz o mülkü çox ucuz qiymətə aldıq. Kənddə yaşayan türk ustaların köməyi ilə o mülkü başdan sona kimi əldən keçirtdik. Sənə deyim ki, nə var ki insanlarda iman vardı, Allah qorxusu var idi. Bizim də evimizi cani dildən adlarına layiq təmir elədilər. Bir şey də deyim, bu kəndin cəmaatı heç nə üçün kənddən kənara çıxmır. Kənddə lazım olan hər şey də var, hər şeyin ən əla ustası da. Kəndin bütün evləri kiçik bir emalatxana, bütün həyətləri də böyük bir təsərrüfatdır. Özləri hər şey istehsal elədiklərindən kənardan heç bir şey almağa ehtiyacları da yoxdur. Çox gözü könlü tox insanlardır. Mən onları tanıdığıma çox şadam. Biz o mülkə 6 il, yəni ildə bir dəfə bir aylığına gedə bildik. Sonra Gövhər xəstələndi, sonrası sən bilirsən. Mülkümüz bugün də olduğu kimi durur. Türk qonşularım sağ olsunlar, ev eşiyə göz qulaq olurlar. Digər ki, Gövhər rəhmətə gedəndən sonra mən heç ora getmədim, gedə bilmədim. Özün bilirsən, Sevdanın məktəbi filan, səbəb çox idi. Odur ki, gedə bilmədim. Sonra da Sevda köçüb getdi. Mən də yaşlandım, tək qaldım, uzaq yola çıxmağa, hələ bir də Azərbaycan kimi bir yerdə nə tək yaşamağa, nə də ev satmaq kimi bir işə qalxmağa ürəkləmədim. O vaxtdan hər şey necə varsa elə də qalır. Mən o mülkü satışa da qoymuşam, ancaq qonşularım o evi hər adama satmaq istəmirlər. Məndən vaxt istəyirlər ki, ləyaqətli, təmiz bir adam tapsınlar, evi satacaqlarsa da elə birinə satsınlar. Bu məsələ bu qədər uzandığına görə sən də anlayırsan ki, o yazıqlar elə bir insanı demək ki, hələ də tapa bilmirlər. Mən onları tələsdirmirəm. Əvvəla mənə pul da lazım deyil. İkincisi, o gözəl insanların başına bəla olacaq birinin o evi almasını da mən də istəmirəm. İndi ay oğul, gəl sən bu məsələyə əl qat. Bu məsələni həll etməkdə mənə yardım elə. Nə şiş yansın, nə də kebab. İsa geniş açılmış gözləri Musa'nın üzünə baxdı. Səndə nələr varmış Musa'mi? Sən ki belə bir işin öhdəsindən gələ bilmirsən, vallah sənə halal olsun. Sən məndən fərasətli çıxmısan, bu öz yerində. Ancaq anlamıram ki, mən sənə necə kömək edə bilərəm axı. Rəhmətliyin oğlum, mən ki heç öz işimin öhdəsindən gələ bilməyən fərsizin biriyəm. Başıma gələnləri sənə danışdım ki, sən tələsmə oğlum, hələ bir fikrimi axıra qədər dinlə, bu iş o qədər də çətin olmayacaq. Mən bu mülkü sənə satmaq istəmirəm, bağışlamaq istəyirəm. Sən artıq mənə bir oğul əvəzisən. Özün fikirləş, bundan sonra mənim pulda filanda gözüm yoxdur. Oralara da daha gedən də deyiləm. Sən o mülkü qəbul elə, zamanı gələndə də məni bir oğul kimi dəfn elə. Yəni Allahın izni ilə ölümüm sənin yanında olsun, dəfnim də sənin boynuna olsun. Özün fikirləş, mənim üçün burada ömrümü başa vurmaq hər mənada daha məsləhətlidir. Əvvəla Gövhərimin yanında dəfn olunaram, heç olmasa siz hərdən qəbrimizi ziyarətə gələrsiniz. Bu da az şey deyil. Belə bir söz var, deyərlər insanın qəbri də sahibsiz olmasın. Bu birinci səbəb. Bir də ona görə səni köməyə çağırıram ki, açığı mülkümün bir haramzadəyə qalmasını özüm də istəmirəm. O kəndin cəmaatı o qədər abırlı həyalıdır ki, mənim başıma bir iş gəlsə o mülkü elə bələdiyyə özü onların əlində zorla alacaq. Çünki bələdiyyə türk deyil, bizlərdəndir. Gəl sən razı ol. Bu yaxınlarda bir yerdə gedək. Mən o mülkü sənin adına keçirdim. Hər kəslə də səni tanış edim. Hər il gedib ailənlə istirahət edərsən. İldə bircə dəfə, o da yadına düşsə, mənə rəhmət oxuyarsan, bəsimdir. Zaten heç kim yoxdur. Bir siz varsınız. Qərar verməyə tələsmə. Hələ bir gedək, gözünlə gör, ev eşyə, həyət bacaya bax.
mülkə söz ola bilməz. Mən o evi başdan ayağa bahalı materiallarla, həm də müasir üsulda təmir elətdirdim. İçini də hər cür texniki avadanlıqla təmin elətdirdim ki, ailəm heç nədən korluq çəkməsin. İndi qismət beləymiş də, nə edək? Bizə qismət deyilmiş, qoy sizə, İsa oğluma, onun ailəsinə qismət olsun. Sizin üçün xeyirli olsun. Səmimi qəlbdən sizə halal edirəm. Xeyrini görün. Hələ bir bağ-bağçanı görəsəni, həyətdə hər meyvədən var. Ağaclar hər il o qədər məhsul verir ki, qonşularım zorla yığışdıra bilirlər. Mən onlara halallıq verirəm. Onlar da məhsulu toplayıb satırlar. Beləcə mənim bağımın məhsulu o gözəl insanların süfrəsinin bərəkətinə dönür. Bax oğlum, vəziyyət belədir. Əgər sənin yanında biraz qiymətin varsa, bunu yaxşı-yaxşı düşün. Nə qədər gözün baxır, gəl biz bu işə bir əncam çəkək. Azərbaycan ədəbiyyatının hansı qolundasa İsa Musa quşlarına aid bir rəvayətin müxtəlif versiyaları mövcuddur. Bu rəvayətlərin əslini yaşlı nəsil nümayəndələri daha yaxşı xatırlayırlar. O rəvayətə görə İsa və Musa adlı iki quş bir ömür boyu demək azdır. Əsrlərlə nəyisə axtarırlar, ancaq görünür ki, tapa bilmirlər ki, illər, qərinələr keçsə də bu quşların bir-birini səsləməsi, yəni İsa tapdın, Musa yox kimi qulaqlara tanış gələn, avazı ilə gerçək bir sual-cavabı xatırladan o quş səsləri bugün də davam etməkdədir. Yolları meşələrdən düşənlər ya da meşə ilə əlaqəli işlərdə çalışanlar bu səsləri mütləq eşitmiş olmalıdırlar. Çünki ömürləri axtarışda keçən bu quşların həyəcan dolu səslənişləri bir saatın taqqıltısı qədər dəqiq bir ritm üzrə ara vermədən təkrarlamağa bugün də davam edir. İsa tapdın, Musa yox. Bəzi rəvayətə görə İsa Musa quşları hansı namərdinsə uçurtduğu yuvalarını, bəzi rəvayətə görə bir yırtıcı tərəfindən oğurlamış yumurtalarını, bəzi rəvayətə görə də çoxdan ayrı düşdükləri üçün bir-birini axtarırlar. Bu rəvayətləri də insanlar uydurduqlarına görə bu quşların dünya durduqca axtardıqları, ancaq hələ də tapa bilmədikləri nəymişsə, biz insanlar məntiqə və düşüncə tərzimizə əsaslanaraq bu rəvayətlərdən ancaq bir doğru nəticə çıxarda bilərik. Bəşər dünyasında var olan hər məxluqat ömür sürdüyü sürəcə tam bir səadət axtarışındadır. Lakin o səadətin məhz tam olması da heç vaxt mümkün olmayan bir gerçəklikdir. İnsanlar belə bir gerçəkliyi qəbul eləmək istəməsələr də, onu dansalar da, bu məsələdə onlar üçün dəyişən heç nə olmayacaq. Çünki bu dünyanın insafında tam səadət deyə bir şey yoxdur. Bu dünyanın insafında hər zaman biri vardır, biri yox. İsa Musa quşları bir quş həyatının ən vazkeçilməzi kimi nəyi axtarırlarmışsa, insanların da bir ömür boyu axtardıqları ancaq birini tapanda birini tapa bilmədikləri şeyləri olmuşdur mütləq. İnsanlar da ömür boyu nəsə axtarırlar. O axtardıqları da bir səadətin tam olması üçün vacib olan, əksik qalan bir şeydir. O əksik qalan hər nədirsə, insanlar da onu tapıb yerinə qoymaq istəyirlər ki, səadətli bütün olsun, tam olsun. Tapa bilirlərmi? Yəqin ki, yox. Tapmış olsaydılar, bizlərdən kimsə ömründə bircə dəfə tam səadətin dadını bilmiş, mən çox xoşbəxtəm deyən birinə rast gələrdi. Halbuki insan sayının 7 milyarda çatmış olduğu bir dünyada, onların arasında kimsə özünün tam səadətinə qovuşduğunu etiraf edən, həm də sözün düzünü deyən bircə dənə də insan tapa bilməz. Çünki insanlar nə qədər saxtakarlıq eləsələr də, nə qədər mövcudluğunu etiraf eləməkdən qaçsalar da, dünyanın tam ortasında danılmaz, üstəlik də göz dağı kimi çılpaq qalan bir həqiqət var. O həqiqət də budur ki, yer üzündə neçə milyard insan varsa, o qədər də dərd var, problem var, çatışmayan, əksik qalan çox şeylər var. Maraqlıdır ki, əksik qalan o şeyləri axtaran insanların səsləri heç eşidilmir. Ancaq axtarışlarına bugün də davam edən o quşların səsləri hələ də eşidilməkdədir. İsa tapdın, Musa yox. İsa yenə də yox deyir. Əcəba İsa yox deməkdə haqlıdırmı? Vicdanlarının səsini dinləyərək gerçəkləri seçənlər qəbul eləməlidirlər ki, İsa yox deməklə haqlıdır. Çünki onlar da yaxşı bilirlər ki, bu dünyanın insafında biri vardır, biri yox. Daha bir gerçəklik də Musa ilə İsa adlı iki qəribin həyatının içindən keçmişdi. Onları yurdlarından didərgin salmış, yabancı bir ölkədə bir araya gətirmişdi. Onlar vətənlərini itirmişdilərsə də imanı tapmışdılar. Bu insanlar artıq mömin idilər. Ona görə də başlarına gələn hər şeyin öncədən yazıldığına,
Zamanı gəldikcə də başlarına gələcəyinə inanırdılar. Zaman keçdikcə də o yazılanlar bir-bir onların başına gəlirdi. Onlar dünya həyatından tam bir səadət də ummurdular. Çünki bəşər dünyasının imtahanlar yeri olduğuna inanır, burada hər şeyin bir əyləncə, bir oyundan ibarət olduğunu qəbul edirdilər. Onlar artıq bilirdilər ki, əsl səadət əbədi dünyada, axirətdədir. Möminlər bilirdiklər ki, bəşər dünyasına aid olan səadət məhfumu tam bir səadət deyil, tam bir aldanışdır. Çünki burada tam səadət ola bilməz. Allahu Teala'nın vədinə görə tam səadət ancaq o biri dünyada var olmaqdadır ki, o da yalnız o səadəti haqq edənlərin yolunu gözləyir. 76 yaşlı Musa kişi ilə 49 yaşlı İsa'nın da səadəti tam ola bilmədi. Vətəndən baş götürüb getmələri, qürbət ellərdə yaşamaq zorunda qalmaları, doğma yerlərin, doğma insanların, yaxın dostların çevrəsində uzaqda təkliyə, yalqızlığa məhkum olaraq ömür sürmələri bir insan həyatın çilələrindən idi ki, vətəndə yaşadıkları qüsurlu mühitin onlara sıxışdırıb çıxartması sadəcə doğru düzgün yaşamaq istəyən bir təmiz insanları öz köklərindən ayırmış, bu əzablı yollara salmışdı. İsa'nın və Musa'nın imtihanı da görülür bu başlarına gələnlər idi. Aradan bir xeyli zaman keçmişdi. Bu zaman ərzində İsa həmin o Musa kişinin Şamaxıdakı mülkünə aid təklifini çox düşündü, çox ölçdü, biçdi. Sonunda o təklifi bir şərtlə qəbul elədi ki, mədrəsə kəndindəki o evin heç olmasa o vaxtki qiymətini Musaya ödəsin. Musa da çarəsiz qalıb o təklifi qəbul elədi. Alqı-satqı eləmək üçün kəndə getdikləri ilk səfərdə İsa o mülkdən çox məmnun qaldı. Hər şey nəinki Musa'nın dediyi kimi, hələ bəlkə daha gözəl idi. O vaxtdan hər yay tətilində İsa öz ailəsini də, Musa'nı da götürərək o kəndə getdi. Yay tətilini həmin kənddə o səfalı bağ-bağçada keçirtdi. Həyatlarının 4 ili belə davam elədi. Hər iki qərib 4 il boyunca doğma vətəndə eyni mülkdə unudulmaz anlar yaşadılar. Yaddaşlarına qiymətli xatirələr topladılar. O səfalı mülkdə keçirdikləri nağla bənzər tətillər artıq İsa'nın ürəyindəki pası silə bilmişdi. Musa bunu hiss edir, onun yerinə də sevinirdi. Musa ancaq elə belə gözəl bir insana yardımı toxunduğu üçün özü ilə fəxr edirdi. O İsa'nın bir vaxt əlini üzdüyü o xəyalının Çin olmasında, gerçəkliyə dönüşməsində əhəmiyyətli rol oynaya bildiyi üçün gündə neçə dəfə özü ilə fəxr edirdisə, İsa'nın uşaq kimi sevindiyinə şahid olduqca da gündə neçə dəfə bir ata kimi kövrəlirdi. Həyatın qanunları həyatımızın sahibinin əlində olduğundan, bəzən bizim əlimizdə olduğunu hesab elədiyimiz müəyyən şeylər bizə nəsib olmur. Elə ola bilir ki, sahib olduğumuz imkanlara rəğmən, istək və arzumuza, tərtib elədiyimiz planlarımıza rəğmən, bəzi şeylər həyatımızda öz yerini tuta bilmir. Çünki həyatın sahibinin verdiyi hansısa bir hökm bir insanın yolunun üstünə çıxa bilir, o planların yolunu kəsə bilir. Belə olmuşdu ki, bu insanların növbəti ilin yayına hesablanmış tətil planı da baş tuta bilmədi. Allahın bir hökmü öz yerini tutmaq üçün onların yolunu kəsdi və o ilin qışında Musa kişi bir qəfil xəstələndi, yatağa düşdü və o yataq onun ölüm döşəyi oldu. Beləcə o yataqdan qalxmaq bir daha Musa kişiyə qismət olmadı. Həmin ilin qışında Musa kişi qürbətdəki evində rəhmətə getdi. O gün həm qərib, həm də kimsəsiz insan olan Musa'nın son anında da başının üstündə oturan İsa idisə, ətrafında diz çöküb oturan, göz yaşları içində boğulan da İsa'nın oğlu, qızı, xanımı və yaxın qonşuları oldu. O gün İsa bir oğul kimi Musa'nın yanından heç ayrılmadı. Sevdanın yolda olduğunu, onun öz yoldaşı ilə, bir cüt oğlu ilə tezliklə burada olacağını Musa'ya xəbər verdi. Musa bu xəbərə çox sevindi. Bəlli ki, onun gözü yolda idi. Bircəcik qızını, əkiz nəvələrini gözləyirdi. Musa çox ağır-ağır nəfəs alırdı. Ancaq gözlərindəki ifadədən də bilinirdi ki, o nəsə demək istəyir. İsa bunu anladı. Onun gücünü itirmiş əlini əlinə aldı, üzünü də lap onun üzünə yaxınlaşdırdı. Buyur Musa əmi, səni dinləyirəm. Heç gözlənilmədən Musa kişi güldü. Deyirlər axı, Allah-u Teala ən son nəfəsində quluna o imkanı, o gücü verirmiş ki, o qul da gözlərini əbədi yummazdan əvvəl demək istədiyi ən son sözlərini yaxınlarına deyə bilsin.
Yəqin ki, bu da məhz belə bir məqam idi. İsa Musanın gülüşünə təəccüb elədisə də, son anlarını yaşamaqda olan bir insanın ani şuxluğunu da pozmaq istəmədi. Nədir Musa əmi? Yadına nə düşdü? Musa olan qalan gücünü toplayaraq dedi. Səndən çoxdan soruşmaq istəyirdim. Barı sən tapdınmı İsa? Nəyi? Bilmirsən nəyi? İsa Musa quşlarının axtardığı şeyi, bu dünyanın səadətini. Mən tapa bilmədim. Yoxmuş, bilirsənmi? Bu dünyada heç səadət yoxmuş. Hələ bir də tam səadət. Yoxmuş. Deyilib axı, tam səadət bu dünyanın işi deyil. Çox şükür imanımız vaxtında bizə bunu anlattı. İsa, oğlum, hər kəsə de, mənim üçün heç üzülməyin. Əgər yetişməsə, Sevdaya da deyərsən, mənim üçün üzülməsin. Mən huzur içində tam səadətimə, Rəsullahımız sallallahu aleyhi ve sellem'in son nəfəsində dediyi kimi, mən də ən qüdrətli, ən mərhəmətli sevgilimə, Allahıma qovuşmağa gedirəm. Hələ orada gövhərimə qovuşmaq da var inşallah. Bəlkə sənə zəhmət olacaq, ancaq mən sənə, oğluma ərk edirəm, məni aparıb gövhərin yanında dəfn edərsən. Bu zəhmətə görə də bəri başdan haqqını mənə halal elə. Narahat olma Musa əmi, dediyini yerinə yetirmək boynuma borc olsun. Sənin üçün edəcəyim hər şeyi də bu başdan sənə halal edirəm. Musa əmi, bundan da arxayın ol. İsa bu dünyaya vida edən Musa kişinin cavabını verə bilmədi. Zamanı çatmadı. Musa kişinin bu qəribə sualı o an cavabsız qaldı. Çünki demək istədiyi son sözlərini bitirən kimi Musa kişi nə hiss elədisə, aramla şəhadətini gətirdi, ardından da bu dünyaya gözlərini yumdu. İsa onun sualına dodağının altında cavab verəndə onlar artıq məzarlıqda idilər. Artıq Musa kişini Brüxxədəki qəbirstanlıqda gövhərin yanında dəfn eləmişlər. İnsanlar dualar edir, tanıyanlar onun haqqında xoş sözlər deyirdilər. İsa da daha artıq ləngimədi. Üstü hamarlanmış, dik yerindən də su axıdılmış təpəciyə yaxınlaşdı. Baş ucunda çömbətmə oturdu və nə qədər ki, ata kimi sevdiyi insanın qulağı hələ açıq idi, hələ deyilənləri eşidirdi, onun cavabını bu sözlərlə verdi. Məkanın cənnət olsun Musa əmi. Evdə mənə sual vermişdin. Soruşdun ki, barı sən tapdınmı səadətini İsa? Yox Musa əmi, mən də bu dünyada səadətimi tapmadım. Hələ bir də tam səadəti. Yox, tapmadım. Mən də sənin kimi bu dünyada səadət deyə biləcəyim o şeyi çox axtardım, ancaq tapa bilmədim. Özün şahidsən ki, biz də çoxları kimi o səadəti tapmaq üçün dünyanın bir ucundan o biri ucuna hicrət elədik. Ancaq tapa bildikmi o səadəti? Xeyr, tapa bilmədik. Doğru cavabı sən özün dedin. İndi artıq mən də yəqin bilirəm ki, bizim də qismətimiz artıq qiyamətə qaldı. O əbədi dünyaya ki, bəlkə Allahın mərhəməti ilə biz də orada səadətimizi tapa biləcəyik. Bəlkə orada tam səadətə qovuşa biləcəyik inşallah. Allah sənə rəhmət eləsin, ay Musa əmi. Nə yaxşı ki, səni tanıdım. Biləsən ki, ömrümün səninlə keçən illəri bu dünyadan mənə qalan ən qiymətli şey oldu. Və əgər hər şeydən əksik qalan sevincli günlərimizi tam bir səadət kimi qəbul edə bilməriksə də, təkcə elə səninlə keçən ömrümüzün huzur dolu, mərhəmət dolu, sevgi dolu o bir parçasını bir parça səadət adlandıra bilər, şahid olduğumuz o günlərimizi qısa sürəli səadət kimi qəbul edə bilərik. Əmin ol Musa əmi, səni tanıdığımız, səninlə keçirdiyimiz o illərin bizim səadət dolu illərimiz olduğunu mən bugün hər kəsə söyləyə bilərəm. Biz o parça səadəti birlikdə tapdıq, birlikdə yaşadıq, birlikdə də başa vurduq. Allah sənin o dünyanı versin inşallah. Cənnətə girənlərdən olasan inşallah. Musa əmi, özün getdinsə də əziz xatirən ömrümüz varkən bizim səni sevənlərin qəlbində daima yaşayacaq. Bil ki, sözünlə, söhbətinlə hər zaman aramızda olacaqsan. Rahat yat, ağsaqqal. Qəbrin nurla dolsun, ruhun şad olsun Musa əmi. Amin. Allahu aləm. Son. Bir xatirə. Vətən deyib gəldiyim yer. Vətənə gəlişimin 10-cu günüdür. Korona fitnəsi ilə əlaqəli aradan 2 ilə yaxın bir zaman keçdiyinə görə, hələ buradakı həyatın hansı istiqamətdə cərəyan elədiyindən, hələ insanların hansı dəyərlərə qiymət verib, hansı etiqadla yaşadıklarından xəbərim yoxdur. Halbuki, fitnə fəsada meyilli olan dünya əhalisinin çoxu kimi, mənim həmvətənlərim də belə bir korona təbliğatının altından keçərkən,
heç şübhəsiz ki, ilkin hallarından mütləq bir şeylər itirmiş olmalıdırlar. Təcrübə göstərir ki, bu kürəsəl əməliyyatın hazırlıqları öncədən, yəni neçə-neçə 10 illiklər öncəsi hazırlandığından, bugün ən güvəndiyimiz insanları da tez panikləyən, ağlını unudaraq dedikoduya inanan biriləri olaraq görürük ki, bu da bu fitnənin təşkilatçılarına əlavə xal qazandıran bir göstərici kimi qəbul edilə bilər. Bu dəfə onlar dünya xalqlarını nağla bənzər fantastik bir qorxu ilə əsir götürdülər. Köhnə kişilər demişkən, işi belə görərlər də. Dünyada var olan insan toplumlarını yavaş-yavaş, əzə-əzə, onları davamlı olaraq ən ağlasığmaz qərarlara alışdıra-alışdıra, onların nəfskir olmalarından, çoxdan şeytana satılmış olmalarından faydalana-faydalana irəliləyən xain güclərin əməllərini nəzərdən keçirdəndə, bir də baxdıq ki, bütün dünya bir ucundan o biri ucuna kimi bugün korona adlı bir fitnənin əsarəti altındadır. İradə baxımından çoxdan sıfırın altına düşmüş insanlıq gözümüzün önündə elə rollara girməyə, elə məntiqsiz hərəkətlər eləməyə başladı ki, öz ağlımızdan belə şübhə edər olduq. Halbuki eyni anda içimizdən belə bir hayqırmaq da keçirdi. Ey dünya, ey insanlar, hanı sizin savadlı, elmli alimləriniz, hanı elmi texnik tərəqqinin inkişaf yolunda yüksəliş pillələrini 5-5, 10-10 qalxan zəka küpü insanlarınız, nə tez unutdunuz? Biz insanıq, sakit olun, özünüzü ələ alın, ağıl var, məntiq var. Ağlı olan insan da belə gülünc, belə saçma bir şeyə bu qədər inanarmı? Vallahi bir gün bu korona adlı fitnəyə bu cür acizanə boyun əydiyiniz üçün, hər əmrə tabe olduğunuz üçün insanlıq tarixinin hansısa bir səhifəsində bütün dünya haqlı olaraq sizə qarnı cırlana qədər güləcək, bunu da belə bilin. Sözümdə haqlı olduğumu sübuta yetirmək üçün yeri var xatırladım ki, biz insanıq. Bu da deməkdir ki, bizim əsas dirənişimiz fiziki gücümüzdən deyil, mənəviyyatımızdan gələn gücdür. İnsan olduğumuz üçündür ki, başımıza nə gəlir gəlsin, gözümüzün önündə necə səhnəciklər dönür dönsün, bizim ancaq bizə lütf edilmiş ağlımız, dini inancımız da var ki, o da belə qəfil sarsıntı anlarında bizi ayaqda tutan ən böyük gücümüz, necə deyərlər, onurğa sütunumuzdur. Üstəlik bizə bu qabiliyyətləri verən uca Rəbbimiz bizə hər dərdin çarəsini tapacaq qədər zəngin bilik, bacarıq və qabiliyyət də vermişdir. 21-ci əsrdə bu bilik, bacarıq və qabiliyyət dərdlərimizə çarə olacaq qədər, adi bir qripin öhdəsindən gələcək qədər işimizə yaramırsa, o nemətlər daha başqa nəyə yarar? Görəsən mənim həmvətənlərim tam vaxtında bunu xatırladılarmı? Bu barədə düşündülərmi? Bu bilgilərdən öz xeyirlərinə istifadə elə bildilərmi? Aradan keçən bu qarışıq zaman ərzində görəsən onlar hansı yolu tutdular? Seçimləri imandan yana elədilər, yoxsa fitnə fəsaddan yana? Bunu bilmirəm. Gəlişimin ilk günlərində əsasən ən vacib sənəd işlərimi yoluna qoymaqla məşğul oluram. Odur ki, hələ cəmiyyətin halından xəbər tutmağa imkanım olmamışdır. Qaldığım binanın lüks mənzilində görməli olduğum vacib işlərdən geri qalan boş vaxtımı televizor izləməklə keçirdirəm. Artıq 10-cu gün anlayıram ki, bu ölkədə ciddi bir informasiya blokadası var və burada yaşayan insanlar öz həyatlarını beləcə kar kimi, kör kimi dünyada baş verən xəbərlərə qarşı qapalı bir şəraitdə sürdürürlər. O zaman da bu insanlar birilərinin adi bir qripi, qorxunc bir təpəköz kimi qələmə vermələrinə qarşı dünyada tutarlı elmi əsaslarla etiraz edənlərin, dünya üzündə bu bədnam, gülünc siyasəti yeridənləri məntiqli sübutlar gətirərək kəskin şəkildə qınayanların var olduğundan da xəbərsizdirlər. O zaman da durum yeməyə başqa bir şey olmadığından önünə nə qoyulursa onu da yeməlisən durumundadır. Korona bəhanəsi səbəbilə artıq 2-ci ilini başa vurmaqda olan bu ölkədə elə evə məhkum edilmiş insanların çarəsiz qalaraq televiziya kanallarına qaynaq, yəni svarka edilməsi mənim qeyd elədiyim durumdan fərqli bir şey deyildir ki, bəlkə də bu durum dünya rəsmlərinin birlikdə tərtib elədikləri o iyrənc planın ən vacib şərtlərindən biri imiş. Ortaya çıxan mənzərədən bunun məhz belə olduğunu anlamaq çətin deyildir. Çünki bu vaxta qədər qismən ciddi sayılan bütün mövzular da aradan qaldırılmış, meydan ancaq təlxəklərə verilmişdir. Nəzərə alsaq ki, bu ölkədə bundan əvvəl də
Dini mövzulara qeyri-rəsmi bir qadağa var idi. Əvvəldən də dini mövzulara ictimai informasiya kanallarında heç vaxt yer verilməmişdi. Anlamaq olar ki, bu koronada düyünləri biraz da bərk sıxmaq üçün kimilərin isə əlinə düşmüş daha bir fürsət oldu. Başda onu qeyd edim ki, kütləvi informasiya vasitələrinin sərbəst yayılmasında qadağaların qoyulması məhz bu ölkəni idarə edən yöneticilərin məqsədini açıq şəkildə ortaya qoyur. Belə ki, dünyanın hər yerində sərbəst yayılmasını çoxdan normal qəbul edilmiş YouTube kanalı kimi nüfuzlu bir kanalın da bu ölkədə fəaliyyətinin qadağan edilməsi haqlı olaraq hər kəsdə təəccüb, hətta şübhə doğurur. Belə bir fikir yaranır ki, yerli yöneticilər digər dünya rəsmilərindən də irəli keçərək ölkəyə doğru xəbərlərin, həqiqətlərin girişinin qarşısını almaq yolunda bu qədər cəsarətli addımlar atmaları ilə fərqləndiklərini kiməsə nümayiş etdirirlər. Bu belədir ya yox, ancaq insanların iradəsini nəzarətdə saxlamaq, onların hər şeylərə etiraz etmək qabiliyyətini sıfıra endirmək üçün yerli kütləvi informasiyalarda, xüsusən də televiziya kanallarında xalqı qəflətdən oyada biləcək heç bir xəbərin içəri girməsinə imkan verməməyin, hər cür informasiyanın önünü kəsməyin başlıca niyyətin də bu olduğu ortadadır. Kamil insanı düşündürə bilən proqramları elədikdən sonra ortaya çıxan şit proqramları, əyləncə xarakterli verilişləri, kif bağlamış Hind filmlərini çoxdan qorxularına təslim olmuş yerli xalqın önünə atan, bununla da başlıca məqsədinin dünyanın super günclərinə sədaqətlə xidmət eləmək olduğunu heç gizlətməyə də çalışmayan yerli yöneticilərin ölkə daxilində məkirli bir təbliğat maşını kimi fəaliyyət göstərdikləri açıq-aşkar ortadadır. Təəssüf hissi ilə qeyd eləməliyəm ki, bir zamandan bəri təkcə sabahları üçün narahat olmaq bir yana qalsın, hətta bu günlərdə də qorxular içində başa vuran, hər cür inanılmaz hadisələrin ola biləcəyi xəbəri ilə balaca uşaq kimi qorxulan xalqın bu baş verənlər oyunların içində görəcək qədər, mahiyyətini anlayacaq qədər iradələri yoxdur artıq. Heç bir maneəyə rast gəlməyən xain təbliğat maşını insana vacib olan bütün mənəvi dəyərləri silib atır, onları unudulacaq şəkildə yavaş-yavaş yox edir, yeni bir xəbərə, xoş bir həvadisə möhtac insanların ən son ümidlərini də əllərindən almaq yolunda hansısa bir savaş meydanında önündəki əliyalın, cahil insana qarşı bir BTR yürüyüşü ilə çıxan düşmən rolunu oynayır. Bu qəbildən olan televiziya kanalları başqası da yoxdur. Bugün insanlığın mənəviyyatını məhv etmək yolunda artıq ən güclü silaha çevrilmişdir. Məsələnin ən dəhşətli tərəfi də odur ki, hər kəsin öz pulu ilə alıb evinin baş köşəsinə qoyduğu, bununla da o evin böyüklü, kiçikli bütün ailə üzvlərini başına toplamaq gücünə malik olan televizor adlı bir cihaz, Respublikanın televiziya kanallarında hazırlanan verilişlərlə əsasən insanların mənəviyyatını hədəf alır, bir zirehli BTR-lər kimi atdıqları sərraf mərmilərlə əsasən insanların mənəvi dünyasını hədəf alır, o dünyanı məhv edirlər. Çox təəssüf ki, göz önündə duran nəticələr bu qorxunc əməliyyatın nə qədər uğurlu olduğunu da, bu zərbələrin nələrə səbəb olduğunu da aydın şəkildə əks etdirir. Belə bir güclü təbliğatın nəticəsi olmalıdır ki, qaldığım evdən kənarda bir zamanlar özümün də doğulub böyüdüyüm, gəncliyimi, əslində həyatımın tən yarısını keçirdiyim cəmiyyətin içində əslən buralı olan mənim kimi birisi özünü tamamilə yad hiss edir, hal-hazırda orada yaşayan həmvətənləri ilə təmas qurmaq üçün heç cür dil tapa bilmir. Mənim kimi xaricdən gəlmə birisi nə qədər çalışsa da, nə hərəkətində, nə də danışığında heç cür tanıya bilmədiyi bir toplumun içində özünü yad hiss edir, həm də təklənir. Nəticədə vətən deyib gəldiyim yerdə mənsub olduqları inancı da çoxdan unutmuş olan, din barədə, iman barədə artıq heç bir məlumata sahib olmayan, daha da dəhşətlisi bu mövzularda heç nə eşitmək də istəməyən bir insan kütləsi ilə üz-üzə qalırsan. Dini ayrı-seçkilik elə həddə çatıb ki, hər kəsin özünə müsəlman dediyi bir cəmiyyətdə, üstəlik eyni dildə danışan, eyni millətə aid olan bu insanlar bir-birini anlamaqdan çox uzaqdırlar. Halbuki hər dərdin, hər bəlanın səbəbi də məhz elə bu imansızlıq ikən, bunu burada anlayan yoxdur artıq. Burada sürətlə yayılmaqda olan, bir zamanlar çox xalqları 70 il boyunca əsarətdə saxlamış,
Ateizm kimi zərərli bir ideologiyanın başqa-başqa adlar altında yenidən geri gəlməsi, keçmişlərdə olduğu kimi həvəslə təbliğ edilməsi, bu ideologiyanı cani dildən insanlara sevdirmək cəhdləri də ancaq bir məqsədə xidmət edir. İnsanlar aid olduqları dini köklərindən, milli mənsubiyyətlərindən uzaqlaşsınlar. Allaha deyil, şeytana uysunlar. Hər nə satılırsa onu alsınlar. Hər nə təklif edilirsə onu yesinlər. Bir an belə alkoqoldan uzaq qalmasınlar. Bununla da bir yandan istehlakçıların sərvətinə sərvət qatsınlar. Bir yandan da bu dünyanın hər günahına bulaşsınlar ki, onları toplu şəkildə cəhənnəmə uğratmağa çalışanların planlarına əngəl ola bilməsinlər. Demokratiya adı altında qılıq dəyişdirmiş, Allahı inkar edən bir sistemin yeni bir coşqu ilə təbliğ edilməsi, eyni coşqu ilə qarşılanması, üstəlik gün-gündən çiçəklənməsi, nəticə olaraq bu iradəsi zəif insanları təkrar Allahdan qopartmış, onları eyni yolla təkcə mənim xalqımın həyatını deyil, bütün dünya xalqlarının talihini də qumara qoymuş bu zalimlərin kuklasına çevirmişdir. Bu insanlara anladacaq şey çoxdur. Ancaq imandan xəbərləri olmayan bu insanlarla bugün nə danışasan? Onlarla nə barədə söhbət edəsən ki, bir yandan bütün günü niyə biz bugündəyik sualı ilə sosial problemlərin altında zülüm çəkdiklərindən dad edirlər, bu problemlərin səbəbini axtarırlar, bir yandan da sinələrini gərə-gərə mən ateistəm, mən deistəm, mən demokratam deyə, üstəlik bu halları ilə toplumun da böyük hissəsini təşkil edən bu insanların ağlına, ürəyinə necə yol tapasan? Məsələnin əslini onlara anlatmaq bugün o qədər də asan məsələ deyil. Onlar ki, manqurtluqda o qədər irəli gediblər ki, 7 gün 24 saat dinləməyə alışıq olduqları məlumatlardan başqa heç nə eşitmək istəmirlər. Könüllü olaraq istəmirlər həm də. Belə bir şeyi düşünə bilirsinizmi? Hər dərdin bir çarəsi var, ancaq onlar bilmək istəmirlər. Hardasa daha yaşamağın yolunu bilənlər var, ancaq onlar eşitmək istəmirlər. Onların qulaqları artıq həmin o veterilərin yaydığı gərəksiz məlumatlarla o qədər dolubdur ki, beyinlərində fərqli bir xəbərə, yeni bir sözə artıq yer qalmamışdır. İnanılması zor olsa da, gerçək durum bu qədər vahimdir. Və bu durumda ən dəhşətli şey də onlara yardım etmək məqsədi ilə üz tutub söhbət elədiyin hər kəsin, hətta ən yaxın qohumunun da səni susturmaq cəhdidir. Sürdürdükləri həyatın haqsız qanunları altında əzildikləri bu halları ilə onların hər biri bu həyatı onlara layiq görən, bu zülmü onlara çəkdirən bir hakimiyyətin könüllü xəfiyyələridirlər həm də. Bu xalqın işğal edilmiş öz torpağında təxminən 35 il sürən müharibə dərdi də oldu ki, o dərdi dünya da onlarla birlikdə izlədi. Dünya bu savaşa son qoyulmasının bu qədər uzadılmasına da, bu qədər ciddi məsələnin həllinə yol verilən bu süründürməçiliyə də heyrətlər içində baxa-baxa qaldı. Halbuki bu illər ərzində gənc övladlarının bir heç uğruna şəhid olması az qala hər evi, hər ailəni şəhid ailəsi durumuna düşürdü. Qanlı savaşların davam elədiyi o illər ərzində dünyanın diqqəti bu savaşlara dikilmişkən, övqullarını qondarma bir müharibənin içinə göndərmiş ailələrin bəzilərində bu boyda dərdə də bir alışqanlıq, bir arsızlıq da formalaşmağa başladı. Oğullarını itirmiş anaların fəryadı, rəhbər yönəticilərə bəy tərifi deyənlərin alqış sədaları altında eşidilməz oldu. O ailələrin çoxunda analar var ki, göz yaşları hələ bu gündə durmaq bilmir. O anaların ah naləsi ancaq gözlərini bu haqsız dünyaya yumduqları gün bitəcək. Digər bir nümunə də oğulları bəlkə də həmin anda odun alovun içində can bazarında yaşam mücadelesi verirkən, valideynləri dövlət başçılarına alqış demək hayında olan bu yolu tutmuş ailələrdir. Belə ailələrin arasında cəbhə xəbərlərindən çox show biznes xəbərlərini, bu qəbildən olan yüngün xəbərləri, kef əhlinin həyatından bəhs edən dedikoduları daha çox sevən, əsasən bu tip xəbərləri gözləyən, onlara qulaq asan, onlara baxan ailələr də az deyildi. Bir yandan onları qınamağa adamın dili gəlmir, bir yandan da bu qədər də dərdisərin içində həyatlarındakı əyər-əskiyə fikir vermədən kef əhli kimi bir ömür sürmələrini, imanı heç yada salmadan yaşamalarını anlaya bilmirsən.
Şahidi olduğumuz mənzərədən belə çıxır ki, bu millət axirəti büsbütün unutmuş, belə bir şeyi yaxına buraxmadan yaşamaq yolunu seçmişdir. Bəs güya bu millət də müsəlman idi. Bəs Allaha iman, ibadət, bəs cənnət, cəhənnəm, bəs dünya, axirət məsələləri harda qaldı? Onlar ki, Allaha ibadət eləmək yerinə, namaz qılmaq yerinə, hələ bu gün də qadın libası geymiş kişilərin hazırladıkları ən düşük səhnəciklərlə işləri peşələri təlxəlik etmək olan insanların hazırladığı musiqili, əyləncəli verilişlərlə başlarını qatırlar. Onlar ki, əsasən artistlərin, müğənnilərin həyatını, davranışlarını, yaşam tərzlərini örnək qəbul edirlər. Onlar ki, hər cür aşağı səviyyəli sənətlərdən, o sənətçilərin sürdürdüyü pozğun həyatlardan nümunə götürərək buna bənzər düşük verilişlərdən dərs alırlar. Belə şeylərdən ilhama gəlirlər. Elə isə nəticə də bu gördüklərimizdən fərqli bir şey ola bilməz ki, əxlaq buna necə dözsün? Belə yerdə əxlaq qalarmı? Beləcə 7 gün 24 saat televizorun qarşısında oturub bu səviyyətə verilişlərə, falçıların proqnozlarına, əxlaqsız səhnəciklərlə dolu olan filmlərə baxan insanlarda əxlaq da qalmaz, çünki qalması heç cür mümkün deyil. Odur ki, bu ölkədə əxlaqsızlığın baş alıb getməsi gözlə görüləcək dərəcədədir artıq. Bu cəmiyyətdə az qala 4 divar adlı bir məhrəm sınırı çoxdan unudulmuşdur. Çox eyib şeylər var ki, artıq ortalıqda baş verir, ortalıqda da son bulur. Utanmadan, çəkinmədən, həya etmədən. Baxırsan ki, hər kəs özünü bir müğənniyə, bir artistə tay tutur. Özünü ona bənzətməyə çalışır. Onun kimi abırsız geyinir. Özünü onun kimi çox sərbəst, kimsəni saya salmayacaq dərəcədə abırsız aparır. Ağzına gələni danışır. Hansı ki, bu da hələ bəlanın yarısıdır. Ən böyük bəlanın kimsə də Allah qorusun olmamasıdır. Çünki Allahı çoxdan unutmuşlar, onunla aralarında bir bağ olduğunu da hesabdan silmişlər. Daha bir böyük bəlada onların yetişməkdə olan gənc nəsli də bu yöndə tərbiyə etmələridir. Yetişməkdə olan nəsillərin təlim-tərbiyəsində buraxılan kobud səhvlər isə bu cəmiyyətin ən böyük, ən bağışlanmaz günahıdır. Çünki dilimizdə nə əkərsən, onu da biçərsən kimi bir atalar sözü də varkən, bu millətin nə əkdiyinə şahid olduqca, vaxtı çatanda nə biçəcəyini də təxmin eləmək çətin deyil. Bu ölkədə vaxtaşırı xalqın rifahı ilə heç cür düz gəlməyən, ancaq məqsədinin də məhz bu xalqın bəxtəvər olduğunu dünyaya reklam etmək olan, hər il sistemli şəkildə keçirdilən, üstəlik dillərə dastan olması üçün hər vasitəyə əl atılan bir formula, bir yarışması da keçirilir ki, bu yarışmaya çəkilən, dilə gətirdikdə dodaqları uçuqladan o böyük xərclər bu xalqın boğazından kəsilərək ortaya qoyulan ən haram pullardır. Haramdır, çünki xalqın bu işə rizası yoxdur. Xalqın belə bir yarışmaya qoşulacaq halı da yoxdur. Millət bir parça çörək hayında, hüzurlu, müharibəsiz bir həyat hayındadır. Nə yazıq ki, bu ölkədə xalqın fikri ilə, xalqın qərarı ilə hesablaşan yoxdur. Heç vaxtı olmayıb. Və bu ağla sığmayan israfçılıq hər il eyni vaxtda təmdəraqla keçirilərək sonunda bu kasıb xalqın maddi baxımdan belini qırmaqla başa çatır. Müasir Azərbaycanın, onun məzlum xalqının dərdi çoxdur. Ancaq bugün bu xalqın altında daha çox əzildiyi iki böyük dərdi, daha doğrusu bəlası var. Biri sərhədyanı cəbhədə heç vaxt bitməyən can bazarıdır ki, bunun adını nə qoyurlar qoysunlar, həqiqət budur ki, orada hər gün gənc insanlardan itkilər verilir. Dərdin biri də bu başa bəla Formula 1 yarışmasıdır. Formula 1 yarışması bu xalqın rifah halına maddi zərər vurursa, cəbhədəki vəziyyət bu xalqa ondan qat-qat ağır zərbə vurur. Bu zərbə artıq pul itkisi, maddi zərər deyil. Bu itki artıq övlad itkisi. Gənc nəslin qırğına verilməsi qədər çox ciddi, çox ağır mənəvi zərərdir. Çünki yalnız bir ovuc yüksək səviyyəli məmurun maraqlarına xidmət etmək məqsədi güdən bu savaşda əslində heç savaş da deyil, siyasi bir oyundur və bunu ən başdan hər kəs də bilirdi. Məmurlar öz övladlarını bu vətən borcundan uzaq tutmaqla, övladlarını xarici ölkələrdə gizlətməklə bu dərdi yalnız kasıb təbəqənin boyuna yükləyirlər ki, bu zamanda mizan tərəzi pozulur, bu durumu düzəltmək yolunda əlindən heç nə gəlməyən məzlum xalq da çarəni ya köçüb getməkdə, ya da yasaq yollarla evinə çörək qazanmaqda görür ki,
Bəlkə qazandığı puldan məmurlara rüşvət verər, övladını bu qırğından qurtarar. Əslində insan haqlarını büsbütün tapdayıb keçən bu davranışların yanböyrü daima biriləri tərəfindən vətənpərvərlik, vətənsevərlik kimi pafoslu şüarlarla bəzədilir. Təmiz vicdanlı, məsum insanların bəzisi saxta şüarlar vasitəsilə ovsunlanaraq bu savaşa könüllü gedirsə, daha çoxu da zor tətbiq edilmək nəticəsində əskəri xidmətə çağırılan və bu oyuna qurban gedən yeniyetmə gənclərdir. Halbuki bu ölkənin məmurları respublikanın bütün imkanlarından sadəcə öz maraqları üçün istifadə edirlər. Respublikanın sərvətini ortaq bir müstəvidə paylara ayırırlar. Nəticə etibarilə ən lazımsız yarışmaların, ən görülməmiş hadisələrin bu ölkədə təkrar baş verməsi artıq bu hadisələri də bu məzlum xalqın həyat normaları içində bir normaya çevrilmişdir. Belədir ki, öz xalqına uşaq pulu kimi cüzi yardımı da verməyə əli gəlməyən bu dövlət məsullarının bahalı yarışmalar keçirməkdən başları açılmır. Adama ağır gələn də odur ki, insanlar hələ də anlamırlar ya da anlamaq istəmirlər ki, dünyanın bütün yöneticiləri ümumi bir oyunun içindədirlər. O oyunun həm təşkilatçıları, həm də oyunçularıdırlar. Necə ki, korona məsələsində onlar birlik oldular, belə bir oyunu bütün dünyanın üzərində təcrübədən keçirdə bildilər. Artıq bundan sonra onların birgəliyi insanlığın başına daha nə oyunlar aça bilər, bunu Allah bilir. Bir şey anlamaq lazımdır ki, hərəsi 30 il, 40 il, 50 il prezident kürsüsündə oturan bu diktatorlar təkcə korona məsələsində deyil, bütün o savaş oyunlarının vaxtaşırı gah orada, gah burada keçirilməsində ortaq qərar sahibidirlər. Onlar millətlərin böyük əksəriyyətini şübhəyə salmamaq üçün rollarını məharətlə oynayan mahir oyunçulardır. Onlar dünyanın normal gərdişini öz yolundan tərs çevirə biləcək qədər qorxunc olan, üstəlik bütün insanlığın da ziddinə olan o qərarlarını almaq üçün vaxtaşır bir yerə toplaşır, əvvəlcə bir süfrə başında yeyib içirlər, sonra da növbəti fitnə dolu bir planın startına qərar verirlər. O qərarı verərkən də o qərarın milliyyətindən, dinindən, inancından asılı olmayaraq yer üzündə var olan bütün dinç xalqların əleyhinə olduğunu da yaxşı bilirlər. Məqsəd dünyanın hər yerində xalqı qul halına salmaq, onları istismar eləmək, onlardan yalnız qərar verənlərin şəxsi mənafeyini təmin edəcək olan əmrə müntəzir işçi qüvvəsi kimi istifadə eləməkdir. Bir sözlə, bugün dünyanın bütün yöneticiləri əl-ələ verərək dünyanı yenidən quldarlıq dövrünə geri döndərmək istəyirlər. Bəlkə də bugün çox insanın heç xəbəri də yoxdur ki, təkcə korona deyil, nəinki azad yaşamaq, hətta dünyada sadəcə var olmaq haqqını itirmək qorxusu da artıq bir pandemiya halı daşıyır bugün. O məkirli insanlar bəlkə də dünyanın dəngəsini artıq poza bilmiş, normal ölçüləri artıq tərs çevirə bilmişlər ki, bugün mənim tarixi vətənimdə bir yanda övladı heç nə uğruna qurban gedənlərin evində yas məclisi qurulmuşkən, bir yanda da bu bəladan nə yollasa kənarda qala bilənlərin evində çalçağır əvvəlki qayda ilə davam edir. Bugün qəlblər elə daşlaşıb ki, bir ortaq divar arxasında yaşayan iki qonşuda toxun acdan, kef çəkənin yas tutandan xəbəri yoxdur. Başında bu boyda bəla olan, bu zülmü də məzlumluqla qəbul etmək zorunda qalan bu millətə dindən, imandan nə danışasan? Onların bugünkü mənəvi durumlarını nəzərə alanda təəssüf hissi ilə də olsa qəbul eləməli olursan ki, bugün onların təqib elədiyi yolla mömin olmaq kimi bir mübarək yolun arasındakı real məsafə ən azı yerlə Mars qədər bir-birindən uzaqdır. Bu bir faciədir əslində. Həm də bütöv bir ölkəni, bütöv bir xalqı bürümüş bir faciə. Halbuki super güclər əvvəldən də elə bunu istəyirdilər. Onların məqsədləri əvvəlcədən də belə bir nəticəyə nail olmaq idi. Ancaq baxırsan ki, necə şeydirsə, bugün heç kim bu yaşayışın içində bir naqislik olduğunu görmür. Vəziyyətin bu qədər acınacaqlı olduğunu qəbul eləmir, məsələnin məğzini anlamır. Heç kim ortadakı mənzərəni mənim burada təsvir elədiyim şəkildə görmək, durumu mənim qiymət verdiyim kimi qəbul eləmək istəmir.
Bu gedişatın onları necə bədbəxt elədiyindən xəbərsiz yaşamaqda olan bu insanlar beyinlərinə zorla yeridilən zərərli bir təbliğatın təsiri altında həyatlarını bəlkə anlamadan, bəlkə də bilə-bilə dinsiz, imansız, böyük bir yalanın içində sürdürməkdə davam edirlər. Seçim olaraq da özləri üçün güya Avropa standartlarını seçmişlər, güya yaşam şərtlərində artıq ən yüksək standartlara ulaşmışlar. Onlar da artıq Avropalaşmışlar. Xalqın böyük bir hissəsi belə bir düşüncəyə qapılaraq bununla hətta fəxr də edir. Bu kimi bir yalana sarılmağı seçənlər görəsən o küçə-küçə gəzib zibil qablarından şüşə, kardon, plastik toplayanları da görürlərmi? Nəticə etibarilə bir tək özlərini aldadan o insanlar bazarların önündə məskən salan, adamın yolunu kəsən, bir şey qopartmadan keçməyə imkan da verməyən o saysız hesabsız dilənçiləri də görürlərmi? Avropa yuxarıdan aşağı bu millətə gülməzmi? Avropa qəflət yuxusunda yatan millətlərə dünəndən gülür. Ancaq gəl gör ki, Azərbaycan xalqının ən aktiv müştəbehləri əldə elədikləri nəticələrlə öyünür, yeni qardaşlaşmağa başladıkları Avropaya da ürəkdən güvənirlər. Daha demirlər ki, elə həmin o məkirli Avropada bu nəticələri əldə əsas tutaraq özünün də tulası olduğu dünyanı qarışdıran super güclərə daha bir Müslüman ölkəsinin dini dayaqlarını yerlə yeksan eləməsi barədə, bu mənada viranə, xaraba qoyması barədə hər gün yeni qələbə raportları verir. Kim nə deyirsə desin, istəyən inansın, istəyən inanmasın, üstəlik inanan da sağ olsun, inanmayan da. Ancaq mən ora görə bunları yazmaqdan, söyləməkdən vaz keçə bilmirəm ki, mən 21 ildən sonraki bu səfərimdən də geri, ovucumda bundan əvvəlki səfərlərdə də mənə qalan eyni bir nəticə ilə qayıtdım. O nəticə acı gerçəklər, danılmaz həqiqətlərdir. Gerçək həqiqət də ondan ibarətdir ki, vətəndə gördüyüm bu son durum mənim xalqımı təmsil edən insanların bu dərəcədə dərin aldanışı bugün mənim yerə göyə sığmayan ən böyük dərdimdir. Ona görə mənim ən böyük dərdimdir ki, əvvəla mən də o torpağın övladıyam və mən harda yaşayıramsa yaşayım, ana atamın adını üstümdə daşıdığım kimi mən bu ölkənin adını da üstümdə daşıyıram. İkincisi də o insanların arasında mənim qohum-əqrabam, dostlarım, tanışlarım var. Mən onlardan kiminləsə bir evdə böyümüşəm, kiminləsə bir məktəbdə oxumuşam, kiminləsə dost, kiminləsə qonşu olmuşam. Ancaq gör ki, mən bugün onlarla dil tapa bilmirəm. Özüm bildiyim, onları sevdiyim üçün onların da bilməsini istədiyim çox önəmli həqiqətləri onlara anlada bilmirəm. Çünki getdiyimiz yollar, inandığımız şeylər bir-birindən çox fərqlidir artıq. Mən onları Allah yoluna çağırıram, onlara imana gəlməyi təklif edirəm. Allah xətrinə, gəlin bir də bu yolu deneyin. Vallah peşman olmazsınız deyirəm. Ancaq baxırsan ki, sözlərim daş kimi divara dəyib qayıdır. Səbəb də odur ki, aramızdan bizi bir araya gəlməyə qoymayan qırmızı bir çizgi də keçir artıq. Onlar mənim dediklərimə inanmırlar. Mənə bir cəsusa baxan kimi şübhə ilə baxırlar. Mən isə onların özlərini aldatdıkları bugünkü hallarına baxıram, sonra onların son aqibətlərini gözümün önünə gətirəm, canımdan bir üşütmə keçir. Onları anlatmağa çalışıram ki, nə qədər gec deyil, Allahdan qorxsunlar. Artistlərin yaydıqları yarıçılpaq dəvlərə uymasınlar, geyim keçimlərinə çəki düzən versinlər. Müslüman kimi geyinsinlər, Müslüman kimi davransınlar. 70 il qanımıza, canımıza hopdurulmuş kafirlərin yaşam tərzindən, onların qeyd elədikləri bayramlardan imtina etsinlər, uzaqlaşsınlar, öz dilimizə dönsünlər. Mən onlara anlatmağa çalışıram ki, Müslüman hər ərzağı süfrəsinə qoya bilməz. Bugün bütün ərzaq məhsullarının tərkibində haram maddələr var. Allahın haram qıldığı donuz əti, yağı, demək olar ki, bütün qida məhsullarına qatılır. Bəzən zərurətdən, bəzən də qəsdən. Bir müsəlman da bunlara diqqət etmək məcburiyyətindədir. Mən onlara bildiyim gerçəklərdən bəhs edirəm. Onlar isə bütün bunları bilmək istəmədiklərini deyir, bilməyəndə daha rahat yaşadıklarını söyləyirlər. Mən insanların yanına haqqın sözü ilə gəlirəm. Onlar isə bu çabalarıma görə mənə dəliyə baxar kimi baxırlar. Artıq dünyanın çox yerində, bir çox darül küfür ölkələrində də populyar olmağa başlamış İslam dininin hökmlərini onlar sanki ilk dəfə eşidir.
şübhə altına alır, inanmaq da istəmirlər. Baxırsan ki, yer adlı gəzəyinin bütün insanları bundan əvvəl də onlara Allahın hökmləri ilə gələnlərə qarşı güclü dirəniş göstərilmişlər, İslamı qəbul etmək yerinə onu gözdən salmağa çalışırlarmış. Nə yaxşı ki, əlimizdə bizə haqqın sözünü deyən, bizə güc verən, qüvvət verən, bizə hər halımızda dayaq olan Quran kitabımız var ki, biz bütün həqiqətləri orada axtarırıq, orada tapırıq, o tapdıqlarımıza əsaslanaraq da həyatımıza bu şəkildə fədakarcasına davam edirik. Və bilirik ki, Allaha, onun kitabına bel bağladığımız sürəcə kimsə bizə qalib gələ bilməz, bizi doğru yolumuzdan döndərə bilməz. O yol Rəbbimizə ibadət etməklə, salih əməllər işlətməklə döşənir. Çünki istiqamət hər hansı bir başqa yola deyil, İnşallah Allahın ən doğru yoluna sırat-ı müstəqimədir. İnsanlar bir anlasalar ki, bu fani dünyada, bu dünyada ömür sürən sonsuz sayda insanlar da, üstəlik bir insan kimi bugün sahib olduğumuz hər nə varsa, hamısı sadəcə Allahın yaratdığı nemətlərdən başqa bir şey deyildir ki, onlar da vaxtı gələndə bizi yola salacaq, bizdən sonraya qalacaq. Biz ki, bu dünyada bir qonaq olduğumuzu hər zaman bilirik. Allahın nəzarəti altında yaşadığımızı da bir an belə unutmamalıyıq. Onun bircə hökmü ilə gəldik, onun bircə hökmü ilə də gedəcək bir gün. Dünyada hər şeydən vacib sayılan bircə məsələ varsa, o da bizim son aqibətimiz, sonraki həyatımızdır. O sonraki həyatda xoşbəxt olmağın yolu bu dünyada imanlı olmaqdan, bir müsəlman kimi doğru düzgün yaşamaqdan keçir. Bu o qədər vacib məsələdir ki, Quran-ı Kərimdə çalışın ölərkən yanıma müsəlman kimi gəlin, yaxud çalışın bir müsəlman kimi can verin deyə Rəbbimizin tez-tez təkrarlanan belə bir xəbərdarlığı da yer alır. Söz yox ki, Məhəmməd sallallahu əleyhi və səlləmin ümməti olaraq hər birimiz o mübarək, o cəsur insanların, ilkin müsəlmanların davamçıları olmaqla əmr olunmuşuq. Başlıca şərt də hər müsəlmanın özündən başqa ailəsini də, qohum qardaşını da, yaxın dostunu da, tanışını da imana dəvət etmələri olmasıdır ki, bu da hələ bu gündə ən çətin məsələ olaraq qalır. Bir şey ki, müsəlmanın hər əməli tərəziyə qoyulacaq və bu şərt də o tərəzidə ən ağır gələn həsənətlərdən olacaq. Biz bu yoldan necə dönək? O tərəzinin gözünü doldurmaq üçün ömrümüzün sonuna kimi Allaha ibadət etmək də, hökmlərini qüsursuz şəkildə yerinə yetirmək də boynumuzun borcudur ki, bu da asan deyə biləcəyimiz əməllərdən sayılmaz. Bugün mənim tək təsəllim Allahın qüdrətinə güvənməyimdir. Ancaq hətta bu halda da mən yenə də millətimin cahil qalmış halına ürəkdən acıyıram. Onlara Allahdan bağışlanma diləyirəm. Onların ən yaxın zamanda islah olunmalarını, hidayət tapmaları üçün Rəbbimə dualar edir. Bu cür çətin, bu cür ciddi məsələləri də o qüdrətli Allahımıza təvəkkül edirəm. Mən bir şey də bilirəm ki, mənim kimlər bu yolda nə qədər zəhmət çəksələr də sonucda hidayəti verən Allahdır. Mərhəməti sonsuz, rəhməti geniş olan Sübhanallah. Təkrar xatırlamaqda fayda var ki, uca Allah günahları bağışlayandır, tövbələri qəbul edəndir. Yetər ki, ona üz tutan olsun. Niyaz edirəm ki, Allah bu xalqı ən yaxın zamanda islah eləsin. Ürəkdən bir amin də deyirəm. Çünki hər necə olsa, bura mənim vətən deyib gəldiyim yerdir. Allahu aləm, son. Bir söhbət. Deyək ki, dinimizdə elə məlumatlar da var ki, onları hər kəs, inanan da, inanmayan da qəbul edər. Çünki o məlumatları danmaq mümkün deyil. O ki, insanı Allah yaratmışdır və sevərək yaratdığı bu şərəfli məxluqata ilk dəfə ağıl, zəka, düşünmək, hiss etmək, qərar vermək kimi fərqli qabiliyyətlər də bəxş etmişdir. Bunlar kimsənin dana bilməyəcəkləri gerçəklərdəndir. O zaman da hər kəs olmasa da ən azı inanclı insanlar bir şeyi mütləq şəkildə qəbul eləməlidirlər. Qəbul eləməlidirlər ki, insan yer üzündə yaşayan ilk və yeganə varlıqdır ki, Allah Cəllə Cəlaluhu onu ağılla, düşünmək və qərar vermək qabiliyyətləri ilə bütün digər məxluqatdan fərqli qılaraq var etmişdir. Söhbət bəşər dünyasının sakinlərinə gedirsə, bundan öncə Allah kimsəni bu qabiliyyətlərlə yaratmamışdır. Məyər bu bizim üçün, ağıllı insan nəsli üçün heyrət edəcəyimiz bir nemət deyilmi?
Halbuki bundan əvvəl Yaradanın yanında onun hər əmrini yerinə yetirən, ona sadiq qalan milyonlarca mələkləri də var Allahın. O mələklər heç vaxt xidmətdə qüsur etməzlər. Nə əmr olunarsa dərhal yerinə yetirərlər. Bir də bəşər dünyası var. Bir də bəşər dünyasında yaşayan insan var. Və həmin bu insan əlini əlinə vurmadan bütün adı keçən bu nemətlərə hazır şəkildə sahib olmasının qarşılığında Allahu Teala'nın bugünə kimi yaratdığı, yer üzünə buraxdığı müxtəlif növ canlıların içində ən nanköru, ən zalımı, ən xaini oldu. Bəlkə də buna səbəb bizim Adəm əleyhissalamın övladları olmağımızdır. Bəlkə də günah işləmək, nankör olmaq bizə babamız, ilk peyğəmbərimiz olan Adəm əleyhissalamdan keçmişdir. Bəlkə səbəb budur ki, söz eşitmədiyi üçün cənnətdən qovulan Adəm əleyhissalamın övladları yerə indikləri gündən öz düşmənləri Adəm əleyhissalamın cənnətdən qovulmasının başlıca səbəbkarı olan həmin o məlun şeytanla möhkəm dostluğa başladılar. O qədər nakil oldular ki, şeytanın onları cəhənnəmə sürüklədiyini də nə gördülər, nə də anladılar. İnsan bu qədər nankör məxluqatdır desək, öz sözümüzdən inciməyək. Bunu Allah da öz kitabında dəfələrcə deyir. Cənab Allah da, biz də belə bir qənaətə insanlığın böyük əksəriyyətinin imana gəlməməsini, onu yaradanı inkar etməsini, şeytana qoşularaq Allaha qarşı açıq-saçıq savaş aparmasını nəzərə alaraq gəlmiş oluruq. Düşünəndə ki, onu bir heçdən yaradan Allaha qarşı nankörlük edən ilk məxluqatdır insan, o zaman azacıq düşünmə qabiliyyətinə sahib olan o inkarçı kəslər Allahın qəzəbini hər zaman Damokl qılıncı kimi başlarının üstündə görsələr yaxşıdır. Çünki Allahın qəzəbi də çox böyükdür. Bu da düşünən insanı heyrətə gətirə biləcək daha bir durum. Allah hər kəsi öz qəzəbindən qorusun. Göydə mələklər, yerdə də həyatlarına dair heç bir seçim haqqı olmayan bütün heyvan və quş türləri Allahdan can alıb yaşadıkları əsrlər boyunca təkcə elə yaradana itaətkar olmaları ilə onu necə sevindirə bilmişdilərsə, həyatlarının hər yerində seçim haqqı olan insanları isə əksinə can alıb yaşadıkları bu uzun zaman içində Allaha qarşı hər zaman nankör oldular. Bununla da ancaq özlərinə zülm elədilər. Çünki hər şey üçün cavab verəcəklər. Son aqibətləri barədə həqiqətləri bildikləri halda da onlar yenə də fitnəkar şeytana güvəndilər. Bu məlumatları ciddiyə almadılar. Yaşam tərzlərində qazandıklarından çoxunun günah olduğunu, o günahları ilə Allahın huzuruna gedərlərsə, aqibətlərinin nə qədər acınacaqlı olacağını bildikləri halda bir yandan bundan qorxdular, bir yandan da yenə də o qorxularını ən arxa sokaqlara ata bildilər. Hələ vaxtımız çoxdur, dedilər. Onlar hələ bugün də insanı yoxdan var edən Rəbbimizin qoyduğu hökmlərə asi olmaqla həyatlarını öz keyflərinə görə sürdürə bilirlər. Çünki şeytan onlara yalan vədlər verərək öz ardınca aparır. Çoxu da Allaha qarşı nankörlük edədiklərini də, onu qəzəbləndirdiklərini də tam mənası ilə yəqin bilirlər və heç bu da onları yanlış yoldan döndərə bilmir. Elə isə anlamaq olmur ki, bu nə cürətdir, bu necə bir cəsarətdir. Məyər biz yaşadığımız həyatda başımıza gələnlərdən heç dərs almadıqmı? Məyər biz dünyaya gəlişi ilə dünyadan gedişinin ömrü bircə andan ibarət olan həmin o cılız insanlar deyilikmi? Biz nə ara yolumuzu bu qədər azdıq? Kimə güvəndik? Özü də sonda cəhənnəmdə cayır-cayır yanacaq olan şeytana mı? O zaman vay halımıza. Bəzən olur ki, inanan insanlar Allaha qarşı nankörlük edilməsinə şahid olduqda Allahın yerinə o günahkar insana qəzəblənir, səbirsiz olurlar. Həmin an bəlkə də inananlar da unudurlar ki, qüdrətli Allahın Cəllə Cəlaluhu səbri böyükdür, mərhəməti sonsuzdur. O hər şeyə səbr edə bilir. Hər nankörlüğün hesabını da ən son günə, cəza gününə saxlayır. Çünki o qüdrətli Allahdır. Onun sonsuz mərhəməti də məhz onun əyilməz, dəyişməz, zəifləməz qüdrətinin sübutudur. Cənab Allah haqqımızda hər şeyi bilir, hər şeyi görür. Günahlarımızı da, həsənətlərimizi də toplayır. Toplayır ki, o son gündə məhşər ayağında hər kəsi öz qazandığı ilə üz-üzə qoysun. Məhşər ayağında hər kəs daha bir şeyi anlayacaq, dəhşətlər içində səssizcə gözünü döyəcək.
Sən demə, bu yoldan geri dönüş yox imiş. Allahu aləm son.